Codero 11.8 testlərinin tək nömrələrinin izahı. İlk sual 3-cü sualdır. Python dilində yazılmış kodları sxemə əsasən elə uyğunlaşdırın ki, proqram daxil edilmiş natural ədədin rəqəmlərini cəmləyərək çap etsin. Demək, daxil edilmiş ədədin deyirsə, daxil edilmiş. Bu hissədə siz nəyi götürəcəksiniz? Nəyisə daxil ediriksə, həmişə onun əvvəli başlamalıdır int inputuna. Demək, birinci növbədə gəlməlidir int input. Demək, 1-ə yazacağım B-ni. Daha sonra ən sonda da gəlməlidir print. Ən sonda da yazacaqsınız Y-ni, printi. Sonra ardıcıllıq necə gedəcək? Demək, int inputla başlayacaq və sonra da ilk giriş qiymətini verəcək. İlk cəmləmək üçün də biz S-də əgər cəmləmişiksə, ona görə bizim ilk giriş qiymətimiz də olacaq. S bərabərdir 0. İkinci də gələcək S bərabərdir 0. Yəni bu da olacaq F bəndi. F bəndindən sonra növbəti yazacağımız artıq bu olacaq while. While yazacaq və bu hissə isə dövrün gövdəsidir. Yəni, hər dəfə bu şərt ödənəndə dövrün gövdəsinə düşəcəksiniz. Dövrün gövdəsinə nə deyir? NATO ədədin rəqəmlərini cəmləyirsə, demək, biz birinci qalığı tapmalıyıq və yaxud da tam ədəd tapmalıyıq. Əsas bir dənə orada fikir verin ki, qalıqdan sonra cəmləmə yerinə yetirilsin. Bir dənə bunu. Bax, qalığı tapmaq nədir? Qalığı tapmaq daxil edilmiş ədədi ona böləndə alınan qalıqdır. Və ədədi cəmləyib harda? S üstə gəlsin K-da. Demək, birinci bizdə A gəlməlidir, daha sonra da C gəlməlidir. Heç vaxt C-ni A-dan qabağa atmayın. Demək, while yazdım. 4-də olacaq nə? 4-də əgər mən A-nı yazsam, A olsa, ondan sonra gələcəm. Burada A-dan sonra C-ni də birbaşa işləyə bilərsiniz və yaxud da A-dan sonra D-ni də işləyə bilərsiniz. Yəni, D ilə C-nin yerini dəyişdirməyin heç bir önəmi yoxdur. Bir dənə əsas odur ki, birinci qalığı tapıb sonradakı neyniyəsiz? Ədədi cəmləyəsiz. Yəni, cəm heç vaxt qalıqdan əvvələ keçməsin. Bizdə də B ilə başlayan bir dənə tək variantımız var. Bu da ki, nədir? C variantıdır. Növbəti sual 5-ci sualdır. 5-ci sualda deyir ki, müəyyən Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Proqramın təyinatı müəyyən etmək üçün biz burada hər hansı bir qiymət verib, hər hansı bir dəyişənə qiymət verir və ona uyğun tapmaq mümkündür. N bərabərdir input. N bərabərdir input olanda özümüzdən hər hansı bir qiymət daxil edəcəksiniz və daxil etdiyiniz qiymət input olduğuna görə sətr tipində daxil ediləcək. Məsələn, daxil etmişik 235. List nə edəcək? List bu sətr tipində olduğu üçün list gələcək. N-də daxil etdiyim bu sətri siyahıya çevirəcək. Bu zaman olacaq 2, 3 və 5. Daxil etmiş sətri parçaladı. Reverse isə bunu tərsinə çevirəcək. O zaman olacaq 5, 3 və 2. Join isə gələcək həmin ədədi, yəni K-nı join birləşdirəcək boşluqlardan. Birləşdirəndə olacaq 5, 3, 2. If-ə düşəndə isə if-də bizə nə istəyəcək? N K-ya bərabərdirmi? N-ə mən daxil etmişdim 235. Deyir 235-in qiyməti 532-yə bərabərdirmi? Təbii ki, deyirəm yox. Yox olduğu üçün gedirəm hara? Gedirəm else-yə və çapa da çıxacaq no. Bu nə deməkdir? Daxil edilmiş ədədin özü onun əksinə bərabərdirmi? Əgər daxil edilmiş ədədin özü onun əksinə bərabərdirsə, demək bu necə ədəddir? Bu olacaq palindrom ədəd. Palindrom ədəd nədir? Əgər mən ABC ədədi daxil etmişəmsə, bunun palindrom olması üçün bunu tərsinə fırladırsınız. Yəni CBA olacaq. Baxıram ki, bunlar bir-birinə bərabərdir. Palindrom ədədlər düzünə və əksinə oxunanda eyni ədəddir. Məsəl üçün ABA. Bunu mən reverse eləsəm, bu mənə yenə eyni qayda ilə ABA verəcək. Tutaq ki, 212-ni reverse eləsəm, bu yenidən mənə elə 212-ni verəcək. Yəni, düzünə və əksinə oxuyanda hər iki halda da eyni cavab alınsın.
7-ci sualda yenə proqramın yığılması haqqında bir sualdır. Deyir, Python dilində yazılmış kodları sxemə əsasən elə uyğunlaşdırın ki, proqram daxil edilmiş natural ədədin faktorialını tapılsın. Daxil edilmiş sözü varsa, mütləq təbii ki, birinci başlamalıyıq inputla. Birinci olacaq B. Print təbii ki, yenə eyni qayda ilə gedəcək ən sona. Print də nədədir? Y-dədir. Gedəcək ən sona. Və bura giriş qiymətləri verməliyik. Giriş qiymətlərim də bizdə nədir? Giriş qiymətlərim F və G-dir. Faktorial nə deməkdir? Faktorial, tutaq ki, mən girişə n vermişəmsə, n1-dən n-ə qədər olan ədədlərin hasili deməkdir. Faktorialda hasil hesablanırsa, biz burada işlədəcək nəyi? Bu zaman bizim hesablayacağımız olacaq F olacaq. Demək, 1-dən sonra, B-dən sonra gələcək F faktorialı tapmaq üçün. Faktorialı tapandan sonra növbəti pillədə burada S-i də verə bilərsiniz. S bərabərdir 0-ı versəz, amma bu burada işləməyəcək. Daha sonra isə yazacağım for-u. For-u yazanda for gəlib təbii ki, düşəcək 4-ə. C və forun içərisində hasili tapmaq üçün bizdə olacaq A. Bir dənə qaldı burada 3-də. 3-də isə nə olacaq? B-ni yazdıq, C-ni də yazdıq, Y-ni də yazdıq. Bir dənə qaldı D. D-də də nə iş görür burada? K bərabərdir N plus 1. Bəli, D də mütləq olmalı. N plus 1 nə üçündür? Mən tutaq ki, burada daxil etmişəmsə 3. Nə deməkdir? Bu 3 faktorialı tapmalıdır. Yəni 1 vurulsun 2, vurulsun 3-ü tapmalıdır. Mən gətirib bu N-i neynəməliyəm? Amma bizdə dövrdə nədir? Bizdə bu dövrdə 1-dən K-ya qədərdir. K yoxdur axı. Ona görə gəlib burada 3-ü yazacağam. 3-ün üstünə 1 gələcəm. Olacaq 4. Dövrün daxilində range-də burada yazacağam 1-dən 4-ə qədər. 1-dən 4-ə qədər deyəndə i hansı qiymətlər alacaq? I alacaq 1-i, 2-ni və 3-ü. Yəni, eyni ilə bax, bu 3 faktorialın tərkibində olan rəqəmlərin bir-bir i götürəcək və sonra da hər dəfə dövrə düşəndə i-nin yeni qiymətində həmin ədədlərin hasilini tapacaq. On birinci sualda Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. A, B, C. Hər üçündə də input verilib. Bu nə deməkdir? A-ya, B-yə, C-yə özümüzə hansı bir qiymət verəcək? Məsələn, A-ya vermişəm 2, B-yə vermişəm 3, C-yə də vermişəm, məsəl üçün 1 vermişik. If-də nə istəyir? If-də bizə deyir ki, A-nın kvadratı üstə gəl. Bax, bu nə deməkdir? A kvadratı üstə gəl B kvadratı bərabərdir C kvadratına. Yəni, 2-nin kvadratı üstə gəl 3-ün kvadratı bərabərdir 1-in kvadratına. Deyir, 2-nin kvadratının üstünə 3-ün kvadratını gələndə, yəni ki, 4 üstə gəl 9, bu bizə verəcək 13. Deyir, 13 1-in kvadratına bərabərdirmi? Yəni, 1-ə bərabərdir, deyirəm, yox. Demək, print yes çap olunmadı. Keçdim elifə. Elifdə isə nə deyir? Deyir, A-nın kvadratı. A-nın kvadratı, yəni 2-nin kvadratı üstə gəl C-nin kvadratı, 1-in kvadratı bərabərdirmi B-nin kvadratına, yəni 3-ün kvadratına. Bu zamanda buradan alırıq ki 5, 5 bərabərdir 9-a, yenə deyirəm yox. Yox olduğu üçün yenə gedirəm növbəti elifə. Eliflərdə necədir? Əgər bir elifin biri ödənməyəndə digərinə keçirsiniz. Əgər hansısa bir elif ödəyirsə, həmin elifdən aşağıda olan digər hissələrə baxmayacaqsınız. Elifdə deyir ki, B-nin kvadratı üstə gəl C-nin kvadratı bərabərdir A-nın kvadratına. Yəni 2-nin kvadratı üstə gəl 1-in kvadratı bərabərdir. Yox, əksinə yazdım. B-nin kvadratı 3-ün kvadratı üstə gəl 1-in kvadratı bərabərdir 2-nin kvadratına. Bu da bizə verəcək 10. 10 da bərabərdir 4-ə. Yenə deyirəm yox. Yox aldığım üçün gedəcəm else-yə. Else-də də nə çap olunacaq? No gedəcək. Bu nə deməkdir? Fikir verin, 2 ədədin kvadratlarının cəmini 3-cü ədədə bərabər olmadığını yoxlayır. Yəni bu Pifaqor ədədlərdir. Yəni bu bizdə burada Pifaqor ədəd olub olmadığını yoxlayır.
Bax, palindrom yadınızda saxlayın ki, düzünə və əksinə oxunanda eyni rəqəmdir. Amstrokda daxil edilmiş 3 rəqəmli ədədin, məsəl üçün, daxil etmişəm A, B, C ədədi. Daxil edilmiş 3 rəqəmli ədəd öz tərkibində olan ədədlərin kubları cəminə bərabərdir. Həmişə bax, bu yazılışı gördünüzsə, bilin ki, bu palindrom deməkdir. Növbəti sual 19-cu sualda yenə təyinatdır. Yenə burada özümüzdən qiymət verməklə bu sualı tapacağıq. Deyir, n bərabərdir int input, s bərabərdir 0, for in range 1-dən n plus 1-ə qədər. N-i burada hər hansı bir özümüzdən bir qiymət veririk. N məsəl üçün olsun 3. N 3 olsa, gəlib N-i yerinə 3 qoyanda, 3-ün üstə 1 gələndə olacaq 4. I alacaq hansı qiymətlər? I alacaq 1-dən 4-ə qədər. Yəni 1, 2 və 3-ü. Rangedə bilirik ki, sonuncu qiymət götürülmədiyi üçün 4-ü götürməyəcəksiniz. Hər dəfə i-nin yeni qiymətində i bərabərdir 1 olanda, k-ya baxın nə verir bizə? K-da verib ki, int input. Yəni k-da sənin hər hansı bir qiymətidir. Tutaq ki, k-ya vermişəm 5. K-ya yeni qiymət olsun 5. S də bərabərdir niyə? S üstə gəlsin k. Yəni 0 üstə gəlsin 5. Növbəti addımda i bərabər olacaq 2-yə. K-ya yenə deyir ki, k bərabərdir int input. Yəni k-ya özündən yeni qiymət ver. Hər dəfə i-nin yeni qiymətində bu hissə təkrarən işləyəcək. K-ya tutaq ki, vermişik -2. Bu zaman S işləyəcək. S-də olacaq ki, S-in son qiyməti nə idi? 0 üstə gəl 5. 0 üstə gəl 5 üstə gəl -2. Daha sonra yenə i-nin yeni qiymətini işləyirsiniz. I-nin yeni qiyməti olacaq 3. K-ya bu dəfə verirəm, tutaq ki, 7. K 7 olsa, S nəyə bərabər olacaq? S-in əvvəlki qiyməti 0, üstə gəl 5, üstə gəl -2, üstə gəl 7. I yeni qiyməti almır və çapa gedir nə? S. Bax, bu neynədir? Biz girişə və girişdə N-ə vermişdim 3. N 3 oldu. Amma çapda da S nə oldu? Bu 0 qiyməti, bu S-in başlanğıc qiyməti. Yəni, bu qiyməti çıxın. Qalan yerdə olan qiymətlər nədir? Yerdə olan qiymətlər oldu 5, üstə gəl -2, üstə gəl də 7. Bunlar nədir? Bunlar k-ya daxil etdiyim qiymətlərdir. Demək, bu nə olacaq? İxtiyari n ədədin cəmi. N ədədin cəmi olacaq, yoxsa n çıx 1 və yaxud da n plus 1. N bura təbii ki, nədir? Daxildir də, düzdür? O zaman hansı variant heç vaxt olmaz? Yəni, n dənə ədədi götürmək üçün. Bax, n-1-i götürə bilmərsiniz. n-1-i niyə götürmürsünüz? n-1-i götürsəz, o zaman burada 2 dənə ədədin cəmini tapmalıyıq. Amma mən girişə 3 vermişəm və burada da eyni ilə 3 dənə ədədin cəmini tapıbsa, ona görə də n-1-ləri silirsiniz buradan. Daha sonra digərlər nədir? Birdən n-ə kimi ədədlərin cəmini tapır və hasil sözü var. Bax, hasil sözünü, çünki burada vurma olmadığı üçün hasili bax çıxın buradan. Belə variantları bax çıxdaş etməklə də tapmaq mümkündür. Qaldı A-nan C. A-nan C-də nə deyir? 1 deyir, birdən n-ə kimi n daxil ədədlərin cəmini çap edir. Birdən nə deyir? Birdən n-ə kimi deyəndə, yəni biz ardıcıl ədədlərini, birdən n-ə kimi olsaydı, bax C variantında bunu tapmalıydı. 1, üstə gəl 2, üstə gəl 3. Əgər mən 3 daxil etmişəmsə bunu. Birdən n-ə kimi deyəni bu ardıcıl. Əgər yadınıza saxlayın, dövrün içərisində int inputu varsa və həmin int inputu gəlib S-də cəmləyirsinizsə, bu ixtiyari deməkdir. Bax, bu sözün mənası ixtiyaridir. Yəni, siz gəlib ixtiyari daxil etdiyin ədədlərin cəmini tapırsan. Ona görə də cavab da olacaq A variantı. %25-ci sualda yenə eyni qayda ilə təyinatdır. Python dilində yazılmış proqram nəyi hesablayır? Yəni, bu proqramın təyinatı nədir? A siyahısı verilib və B-də nə deyir? B bərabərdir len A0. Yəni, B A siyahısının 0-cı indeksli elementinin uzunluğuna bərabərdir. A siyahısını indeksləsək 0, 1 və 2. A-nın 0-cı indeksli elementi nədir? Fruitdir. Bunun da uzunluğu, yəni bunun da tərkibində olan sözlər, hərflərin sayı
1, 2, 3, 4, 5, 6. Demək, B bərabərdir 6-ya. O zaman da fora düşəndə for in range 0 len A. Len A, yəni A siyahısının uzunluğu. A siyahısının uzunluğu, yəni A siyahısında neçə dənə simvol var? 3 dənə söz var. 1, 2, 3. Demək, len A bizə verəcək 3-ü. I də hansı qiymətlər alacaq? I də alacaq 0-dan 3-ə qədər. Yəni 0-ı, 1-i və 2-ni. Burada i demək birinci bərabər olacaq 0-a. I 0 olanda gələcək hesablayacaq dövrün gövdəsini. C bərabər olacaq nəyə? Len A siyahısının 0-cı indeksli elementinə. A siyahısının 0-cı indeksli elementi nə deməkdir? Yəni len fruity sözü düz yazmadıq. Bu sözün də uzunluğu neçə olacaq? Bu sözün də uzunluğu 6-dır. Demək, C bərabərdir 6-ya. Və sonra məni qarşılayır burada if. If-də deyir ki, əgər sənin götürdüyün söz, yəni A siyahısında 0-cı indeks elementin uzunluğu 6-da C, uzunluğu B-dən böyükdürsə, B də nədir? B də 6-dır. 6 6-dan böyükdür. O zaman deyirəm yox. Yox olanda I bu dəfə alacaq 1 qiymətini. I 1 olanda yenə C-ni hesab tapırıq. C bərabərdir len A sətrin siyahısının birinci indeksli elementinə. Bu zaman A siyahısının birinci indeksli elementi nədir? Proqram yazılıb. Həmin sözü götürəndə həmin sözün uzunluğu bizə verəcək neçəni? Sözün uzunluğu demək 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu bizə verir 8. Gəlib if-i hesablayanda yoxlayacam ki, 8 6-dan böyükdür, deyirəm hə. Hə olanda B bərabər olacaq C-yə. Yəni B olacaq 8. Növbəti addımda I bərabər olacaq 2-yə. I 2 olanda yenə C-ni hesablayacam. C bərabər olacaq len A-nın ikinci indeksli elementi bərabərdir nəyə? Bu zaman ikinci indeksli elementimiz nədir? Animalsdır. Həmin sözü gəlib köçürdürsünüz bura. Bu sözün də uzunluğu neçədir? Yəni bu sözün tərkibində nə qədər simvol var? 1, 2, 3, 4, 5, 6, 7. Bu da oldu 7. Yenə if-də şərti yoxlayıram. If-də nə edəcək? Deyəcək 7 8-dən böyükdür. Deyirəm yox. Yox oldu. Artıq i-nin yeni qiyməti qalmadığı üçün gedirəm print-a. Print-də də B çap olunacaq. B də neçədir? 8-dir. Yaxşı. Niyə 8 çap oldu? Bu neynədir? Demək, bu A siyahısındakı ən uzun sözün uzunluğunu çap elədi. Ən uzun söz, məsələn, birinci sözdə 6, uzunluğu 6 idi. İkinci sözün uzunluğu 8 idi. Üçüncü sözün də uzunluğu 7 idi. Bu gəldi neynədir? İkinci sözün uzunluğu. Demək, A siyahısının ən böyük elementini və yaxud da A siyahısının ən kiçikləri yox, ən kiçikləri sırazsız. A siyahısında ən böyük elementin indeksin nömrəsi. Xeyr, indeks nömrəsi deyil. Neçə simvoldan ibarət olduğu, ən böyük elementin neçə simvoldan ibarət olduğunu çap edəcək. İyirmi 7-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Demək, girişdə n bərabərdir 2000, n bərabərdir 2030, t də bərabərdir 0-a. Şərtdə yoxlayacam ki, 2030 0-dan böyükdür. Deyirəm hə. Hə olanda t bərabər olacaq neçəyə? T-nin qiymətini, yəni 0-ı vuracaqsınız 100-ə, üstünə gələcəksiniz 2030-un 100-ə bölməsindən alınan qalıq. 0-ı 100-ə vuranda bizə təbii ki verəcək 0.
2030-u da 100-ə böləndə alınan qalıq ikinci ədədin sıfırlarının sayı qədər birinci ədəddə axırdan rəqəm götürəcəksiniz, yəni 30. Sıfırın üstünə 30 gələndə bu da bizə verəcək 30. N də bərabər olacaq 2030 bölünsün 100. 2030-u da 100-ə böləndə bunu da tamı eləyəcək 20. Növbəti dövrdə artıq N-in qiyməti olacaq 20, T-nin qiyməti də 30-dur. Yenə şərtdə yoxlayacağam ki, 20 sıfırdan böyükdür, hə? Hə olanda T də bərabərdir. T-nin son qiyməti 30, vurulsun 100, üstə gəlinsin 20 mod. Mod nə deməkdir? Qalıq deməkdir də. Yəni 20% 100. Bu da bizə nə verəcək? 30-u 100-ə vursam, olacaq 3000. 3000-in üzərinə də 20-nin 100-ə bölməsindən alınan qalıq elə 20-nin özünə bərabər olacaq. Kiçik ədədi böyük ədədə böləndə həmişə qalıq kiçik ədədin özü olacaq. Bunun da üzərinə 20 gələndə bizə verəcək 3020. Daha sonra n-i hesablayanda olacaq ki 20 bölünsün 100. 20-ni 100-ə böləndə tam da olacaq 0. Növbəti dövrdə artıq n-in qiyməti 0-dır. T-nin qiyməti də 3020-dir. Şərtdə yoxlayanda ki 0 sıfırdan böyükdür, deyirik yox. Yox olanda artıq bizə nə çatdı, nə istəyir? T-nin qiyməti. T-nin qiyməti 3020-dir. Yəni A variantıdır. (31-ci sualda isə yenə Python dilində yazılmış proqramın nəticəsini istəyir. Bu proqramın nəticəsi bizə nə verəcək? A bərabərdir. Belə bir sözdən ibarət bir sətir verilib. X da bərabərdir nə? X bərabərdir A sətrində 2-dən len A-ya qədər. Bax, len A nə deməkdir? A sətrinin uzunluğu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 çıxılsın 2. Bu da bizə verir A sətrində 2-dən 7-yə qədər olan hissə. A sətrində olan sözü bir dənə kənarda yazsaq, daha geniş formada. İndeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. 2-dən 7-yə qədər olan hissəni deyəndə, yəni baba bu hissəni götürəcək. Demək, x bərabər olacaq nəyə? Sətir tipində S, K, D, A, W və sonuncu qiyməti 7-ni təbii ki götürmürsünüz. Ona görə bax bu hissəyə qədər gedəcək. Daha sonra y da bərabərdir. A sətrində 3-dən sonra gələn hissəni, 3-dən başlayaraq sonsuza qədər olan hissəni. Bu da bərabər olacaq. Sətir tipində 3-dən başlayaraq deyirsə, olacaq K, D, A, W, L, sonunda X-dır. Z də bərabərdir. X və Y-da aldığım sözlərin cəmi. Yəni, X-da almışdıq nəyi? S, K, A, W, üstə gəlinsin. K, D, W, L, X. Bunları da birləşdirəndə biz bilirik ki, sətirlə sətir toplayanda bunlar birləşəcək. Olacaq S, K, D, W və daha sonra da K, A, W, L, X. Printdə nə istəyir? Printdə deyir ki, Z sətrinin, bax Z sətri budur. Z sətrində D simvolunun, ilk D simvolunun indeksində. Bizdə D simvolu 2 dənədir. Biri buradadır, biri bu. Amma ilk D deyəndə, bax biz götürəcəksiniz bunu. Bunun indeksi yəni 0, 1, 2. Yəni bunun da indeksi olacaq neçə? 2. C variantı. 43-cü sual defdir, funksiyaya aiddir. Deyir, def new fun funksiyası verilib.
Demək, birinci başlayanda hardan başlayırsınız? Birinci başlayanda aşağı hissədən, bax, B-dən olan hissədən başlayacaqsınız. Birinci buradan başlayıb, hər dəfə defə müraciət olanda isə bu hissəyə artıq müraciət edəcəksiniz. B boş siyahıdır, A bərabərdir. A-da belə bir rəqəmlərdən ibarət bir siyahı verilib. For i in A. Burada gələcək qiyməti alacaq. A siyahısının qiymətlərini bir-bir müraciət edəcək. İlk başda götürəcək 123-ü. 123. Bu misal diqqətlə baxanda təyinatını bilsəz, artıq qalan hissələr şifahi gedəcəksiniz. İ olacaq 123. Daha sonra gəlib düşürük if-ə. If-də şərtdə deyir ki, new funksiyasında 123-ün qiyməti 100-dən böyükdürmü? Əgər 100-dən böyük olsa, o zaman B siyahısına əlavə edəcək həmin 123-ün funksiyadan qayıtmış qiymətinin fərqini. Bunun üçün gedib birinci tapacağım nəyi? Gedib ilk növbədə tapmalıyam new fun 123 funksiyasının qiymətini. Bu zaman, bax, gətirib bu hissəyə qoyacağım 123-ü. Yəni, x-in qiyməti burada olacaq 123. X-in qiyməti 123 isə, o zaman fun x-in qiyməti bərabər olacaq nəyə? X faiz 10. X-in qiyməti 123-dür. 123-ü 10-a bölmədən alınan qalıq. Üstə gəlinsin 123-ün 10-a bölməsindən alınan tam. 123-ü 10-a böləndə qalıq eləyəcək 3. 123-ü 10-a böləndə isə tam da eləyəcək onun sonuncu qiymətdən başqa digər rəqəmləri. Yəni 3 üstə gəlsin 12. 3 üstə gəl 12. Demək, bir dənə bura fikir verin. Fun x nədir? Daxil edilmiş ədədin birinci qiyməti ilə, daxil edilmiş ədədin sonuncu qiyməti ilə sonuncu qiymətdən başqa digər qiymətlərinin cəmini tapdı. Bu da bizə verir 15. Sonra gəlib düşəcəksiniz if-ə. If-də də deyəcək ki, fun x artıq biz tapmışıq 15. Bax, fikir verin. Faiz 2 bərabərdir 0-dırsa, demək bu cüt deməkdir. Deyir ki, yəni 15-i 2-yə böləndə cavab 0 eləsin. Yəni 15 deyir cüt ədəddir. Təbii ki, deyirəm yox. Özə burada fikir verin, ənddir. Ənd olanda heç bunu əgər yox cavab almısınızsa, ardına baxmağa ehtiyac yoxdur. Birincidə ardına baxaq. Fun x-da neçədir? 15 deyir. 15 bəs 100-dən böyükdür. Yenə deyirəm, burada yox. 2 qat yox olduğu üçün gedirəm hara? Else-ya. Olsa ənddə həmişə dediyim kimi, birinci hissədə haradasa yox cavabı almışsınızsa, heç ardına baxmayın. Else-də də nə deyir? Əgər if olsaydı, həmin ədədin, yəni 15-in özünü qaytaracaqdım funksiyaya. Else olduğu üçün gəlirəm return-də nə yazacağım? X-in qiyməti 123 idi. 123 çıxılsın fun x. 123-dən çıxacam 15-i. Bu da bizə verəcək 108. Demək, return bu 108 qiymətini gətirəcək, qaytaracaq funksiyaya. Mənə deyəcək ki, 128 100-dən böyükdür. Bu zaman deyirəm, hə. Hə cavabını aldığıma görə, o zaman gəlib işləyəcəm nəyi? Gəlib işləyəcəm B append-i. B append də bizə nə verəcək? Bu da bizə verəcək B append. E-nin qiyməti 123 idi. 123 çıxılsın. 123 çıxılsın. Fun funksiyasının da qiyməti neçə almışdıq biz? Oradan da almışdıq 108. 123-dən çıxacam 108-i. 123-dən 108 çıxanda olacaq 15. Deyir, yəni B siyahısına əlavə elə 15-i. B siyahısının x simvolu oldu 15. Növbəti hissədə isə yenə eyni qayda ilə i-dən qeyb yeni qiyməti. Məsələn, bura baxanda, həm variantdan baxanda bilinir ki, sırada cavab neçədir? Cavab C variantıdır. İndi birdən ola bilər ki, sizdə burada bir neçə dənə 15 olsun. O zaman nə edəcəksiniz? Bunun digərinə baxacaqsınız. İ növbəti qiyməti götürəcək neçə? İ növbəti qiymət götürəndə olacaq 453. Yenə gələcək if-də. Bu dəfə bunu çalışaq şifahi gedək. Çünki birinci misalda təyinatı tutduq ki, daxil edilmiş ədədin sonuncu qiymətdən başqa digər qiymətlərin cəmini burada fun x-da tapdı və daha sonra dedi ki, əgər aldığın o cəm həm cüt, həm də 100-dən böyükdürsə, rəqəmin özünü qaytar, yoxsa əks halda rəqəmin özündən aldığın cəmi çıx. Demək, if-də də bu isə bizə verəcək 453. 453 yoxdur, bunu tam şəkildə yazaq. Yəni olacaq new fun 453. 453 100-dən böyükdürmü?
Demək, new fun 453-ü biz funksiyaya qaytaranda x-in qiyməti olacaq 453. O zaman bizə nə verəcək? Bizə fun x bizə verəcək nə? 453-ü 10-a böləndə alınan qalıq 3 olacaq və onu tam 453-ü gətirib burada 10-a tam şəkildə böləndə bu da verəcək 45. 3 üstə 45 də gələndə eləyəcək 48. Gəlib burada if-də yoxlayanda, if-də nə deyirdi? Bizdə if-də deyirdi ki, ədəd həm cüt olsun, həm də 100-dən böyük olsun. Bax, yoxlayıram ki, 48-i 2-yə böləndə 0 eləyir, deyirəm bəli. Bax, 0 elədi. Amma and deyir, sonra da deyir ki, bəs yaxşı, bəs 48-i 48 100-dən böyükdür? Deyirəm, təbii ki, yox. Yox olduğu üçün yenə nə edəcəm? Gedəcəm else-yə. Else-yə gedəndə, demək, necə olacaq? Return-də də mənə qiymət qaytaracaq nə? Return mənə qiymət qaytaracaq. 453-dən 48 çıxacaqsa, 453-dən 48 çıxanda bu da bizə verəcək neçəni? 405-i. 405, demək, funksiyanın qiyməti oldu 405. Deyirəm, 405 100-dən böyükdür. Deyirik, təbii ki, hə. Hə olduğu üçün B funksiyasına əlavə edirəm. B siyahısına əlavə edəcəm. Nəyi? Əlavə edəcəm 453-dən 405-in çıxılması. Çıxanda da bu da verəcək bizə 48. O zaman B siyahısının ikinci qiyməti olacaq nə? 48. Bunun ardından şifahi gedə bilərikmi? Şifahi gedəndə, baxın, necə olacaq? Növbəti qiymət 56-dır. 56 olanda, bax, gətirib bura 56 qoysam mən. Bax, 56 qoysam, bu mənə verəcək. 56-nı 10-a böləndə qalıq olacaq 6. 56-nı 10-a böləndə tam da olacaq 5. 5 üstünə 6 gələndə eləyəcək 11. 11 də necə ədəddir? Bax, bu isə bizə cüt ədəd istəyir. Bax, bu bizə cüt istəyirsə, elə bunun tək olduğunu baxanda avtomatik gedirik hara? Else-yə. Else-yə gedəndə 56-dan çıxacam 11-i, eləyəcək 45. Gələcəm bura, deyəcəm ki, 45 100-dən böyükdür, deyirəm yox. Yox olduğu üçün artıq 56 qiymətini mən əlavə eləməyəcəm B siyahısına. Növbəti qiymətdə nə edəcəksiniz? Yenə təbii ki, götürəcəm 432 qiymətini. 432 qiymətini götürəndə fun x-in qiyməti olacaq 2 üstə gəl 43. 2 üstə 43 gələndə olacaq 45. 45 də tək ədəd olduğu üçün yenə gedirəm hara? Gedirəm retinə. Retin də bizə verəcək nəyi? Bu da olacaq ki, 432 çıxılsın 45. 432-dən də 45 çıxanda eləyəcək, demək, 7 8, 3. 387. Gəlib 387-ni də new funda yerinə qoyanda deyirəm 387 100-dən böyükdür, deyirəm bəli. Bəli olduğu üçün gələcək buradan 432-dən çıxacaq 387-ni, bu da elə bizə verəcək 45-in özünü. Demək, ikinci qiymət kimi bura əlavə olunacaq 45. Növbəti dövrdə götürəcəm nəyi? 44567-ni. Görək, bu bizdə funksiyada if-i ödəyəcəkmi? Demək, qiymətimiz olacaq 44567. 44567-ni 10-a böləndə qalığım eləyəcək 7. Ona tam şəkildə böləndə isə olacaq 4456. Bunları da toplayanda bizə verəcək nəyi? Bizə verəcək 4463-ü. 4463 necə ədəddir? 4463 tək ədəd olduğu üçün yenə if ödəmədi. Gedirəm retinə. Retində də deyir ki, 4457. Bir dəqiqə, bunu düz tapdım mı? 76 gələndə 3. 44567 çıxılsın. Neçə? Çıxılsın 4463. Bunu da çıxanda, bu da bizə verəcək neçəni? 4, 0, 1, 0, 4. Gələcək funksiyaya qayıdacaq nə? Qayıdacaq 40104. 40104 100-dən böyükdür, təbii ki, deyirəm bəli. Sonra gəlib burada append-də də 40000 yox, 4406.
44567-dən çıxacaq 40104-ü. Bunu da çıxanda elə fərq eləyəcək, bizdə neçə verəcək? Fərq verəcək 44063-ü. O da olacaq elə təbii ki, C variantı. Aydındır? 45-ci sualda Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Burada bu sualda bəlkə də cavab alınıb, amma ki burada bir dənə şey var. Səhv olmalıdır. Yadımda qaldığı qədər. Demək, S sətri verib. Proqramist Canary. S upper nə edəcək? S upper həmin bu sətrin bütün hərflərini böyüklə yazacaq. Olacaq P, R, O, G, R, A, M, S, sonra Canary. H nədir? H len S-dir. Yəni S sətrində olan ümumi simvolların sayını götürəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bunu sayanda boşluğu da həmişə sayacaqsınız. Dırnaqların arasında nə varsa hamısı bir yerdə sayırsınız. 15 oldu. H-ı yerinə gətirib qoyacağam 15-i. 15-i 2-yə böləndə qalıq 0 edir. Yəni 15 cüt ədəddir. Deyirəm yox. Yox olduğu üçün gedirəm else-ya. Else-də də məndən nə istəyir? Else-də də deyir ki, get tap, nəyi çap elə? S siyahısında 15, bax H-ın yerinə qoyuram 15-i. 15 çıx, S find boşluq. S find boşluq nədir? Yəni boşluğun indeksini. Bunu da indeksləsəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Boşluğun indeksi oldu 8. Yəni 15 çıx 8-dən haracan 15-ə qədər. Ardıcıl indeksliyim 8, 9, 10, 11, 12, 13, 14. Bax, bu da bizə nə verəcək? 15-dən 8 çıxanda bu olacaq S siyahısında 7-ci indeksli elementdən 15-ci indeksli elementə qədər. Yəni sonucunu götürmürsünüz. Bu da bizə verir nəyi? S boşluq Canary. Buna da uyğun gələn Y var. Amma sadəcə olaraq burada Y hərfi də olmalıydı, o yoxdur. Doqquzuncu sualda Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Demək, yenə təbii ki, birinci baxacağıq hansı hissədən, baxırıq aşağı hissədən, list olan hissədən. Demək, bizə list bilən siyahısı verilib. For in range 0 len list. Yəni 0-dan len listə qədər. List siyahısının uzunluğu nə qədərdir? 1, 2, 3, 4, 5. Yəni bu hissə bizə verəcək 5-i. Yəni i hansı qiymətləri alacaq? I alacaq bizdə qiymətləri demək 0, 1, 2, 3 və 4. Yəni 0-dan 5-ə qədər bütün qiymətləri götürəcək. 0-dan 5-ə qədər bütün qiymətləri götürəndə gəlin bu təyinatına fikir verək görək bu təyinatı nə tapır. Demək ki, i birinci bərabər olacaq 0-a. I 0 olanda gəlib düşəcək if-ə. If-də deyəcək ki, hansı if-dən söhbət gedir? Birinci hələ ki, bax bu hissəyə baxırsınız. Deyir ki, əgər f funksiyasında list 0. List 0-ın qiyməti 1-ə bərabərdirmi? List 0 nə deməkdir? Yəni bu bizə verir. Bunu indeksləsəm 0, 1, 2, 3, 4. Həmişə yadda saxlayın. Əgər siyahı verilibsə, siyahıya müraciət olunursa, range varsa indeksə müraciət edəcəksiniz. Yəni bu götürəcəm mən list siyahısının 0-cı indeksli elementini, yəni 1234-dür. Birdən bura fikir verin ki, bax bu necə işlədi. Gəlirəm, bax tapıram f funksiyasında 1234-dür. Yəni f siyahısında 1234-dür. Bu zaman x-in qiyməti bərabərdir 1234-də. X bərabərdir 1234-də.
Bax, k bərabərdir nəyə? K bərabərdir 1-ə. X bərabərdir sətir tipində 1234-də. For in range, len x çıx 1. Bax, bu bizə nə verir? Artıq, bax, bunun qiymətini nə verdi bizə? Bu bizə verdi 1234. Bunu sətir tipinə çevirdi ki, həm indeksə görə müraciət edim, həm də len x-i tapım. Len x bizə verir 4. Bax, 4. 4-dən də 1 çıxanda təbii ki, verəcək neçə? 3. Bu zaman i alacaq hansı qiymətləri? I alacaq 0, 1 və 2 qiymətini. Bax, bu qiymətləri götürəcək. Gəlirəm, burada i birinci bərabər olacaq 0-a. i 0 olanda if-i yoxlayacaqsınız. Bax, bu hissənin i-nin bütün qiymətlərini yoxlayıb qutarandan sonra, i-nin qiymətləri bitəndən sonra gəlib buradakı if-ə keçəcəksiniz. Deyəcəm ki, əgər x-in 0-cı indeksli elementi keçəkdimi x-in 0 üstəgəl 1-ci indeksli elementindən. Bunu da indeks desəm 0, 1, 2, 3. Mənim 0-cı indeksli elementim neçədir? 1. 1 kiçikdirmi? X plus 1 nə deməkdir? Yəni 1. Birinci indeksli elementin də neçədir? 2-dir. Baba, bu siyahıya baxırsınız, sətrə baxırsınız. 1, 2-dən kiçikdir, deyirəm hə. Hə olanda k-nı bir vahid artıracam. Olacaq 0 üstəgəl 1 bərabər olacaq 2-yə. Daha sonra i-nin bir qiymətidir. Sonra i bərabər olacaq 1-ə. i 1 olanda yenə if-i yoxlayacam. If-də deyəcəm ki, əgər x-in birinci indeksli elementi kiçikdirmi? X-in 1 üstəgəl birinci indeksli elementindən. Birinci indeksli elementim 2-dir. 1 üstəgəl birinci indeksli elementim də ki, yəni bu bizə verir ikinci indeksli elementi, yəni 3-dür. 2 3-dən kiçikdir, yenə deyirəm hə. Hə olanda k-nı bir vahid artıracam. K bir vahid artanda 1 üstəgəl 1 bərabərdir 2-yə. Növbəti i-nin qiymətində i bərabər olacaq 2-yə. Deyəcəm ki, əgər x-in ikinci indeksli elementi kiçikdirmi? X-in 2 üstəgəl birinci indeksli elementi, yəni 3. X-in ikinci indeksli elementi neçədir? 3-dür. Üçüncü indeksli elementi də 4-dür. 3 4-dən kiçikdir, deyirik hə. Hə olanda k-nı yenə bir vahid artıracaq. 2 üstəgəl 1 bərabərdir 3. Bax, fikir verin. Bizdə girişə verilmişdir neçə? Girişə bax verilmişdir 1234. Bu neynədir? Baxın, birinci bax 1 ilə 2-ni yoxladı, dedim ki, doğrudur. 2 ilə 3-ün böyük kiçik olduğunu yoxladı, dedim doğrudur. Sonra dedim ki, 3 bəs 4-dən kiçikdir, dedim doğrudur. Baxın, necə verdi? Və qiymətlər hansı sıra ilə düzüldü? Bax, qiymətlər artan sıra ilə düzüldü. Artan sıra ilə düzüldüsə, hər dəfə nə oldu? 3 dənə şərt yoxladım da. 1, 2 və 3. Hər dəfə yoxlayanda k burada oldu 1, burada oldu 2, burada da oldu 3. Hər dəfə şərt doğru olanda k-nın qiymətini bir vahid artırdım. Demək, ən sonda gəlirəm artıq hara forla bir sırada duran if-ə. Burada deyəcək ki, len x. Len x nə idi bizdə? Len x, yəni 1234-ün uzunluğu, bu da olur 4. Deyirəm ki, 4 nəyə bərabərdir? 4 bərabərdirmi? K-nın qiyməti. Özü burada k-nın başlanğıc qiyməti 1-dir. Mən bir dənə onu bunu burada nəzərə almamışam. Bir dənə bunu düzəldək burada, çünki k-nın qiyməti düz gəlməyəcək. K-nın başlanğıc qiyməti, k-nın başlanğıc qiyməti 1-dir. O zaman olacaq 1 üstəgəl 1 bərabərdir 2-yə, 2 üstəgəl 1 bərabərdir 3-ə, 3 üstəgəl 1 bərabərdir 4-ə. Deyəcəm ki, burada 4 4-ə bərabərdir, deyirəm hə. Hə olanda return 1. O zaman return 1 qayıtacaq funksiyaya. Gəldim, yoxladım, gördüm ki, f funksiyasının 1234 qiyməti bərabər oldu 1-ə. Deyirəm 1 1-ə bərabərdir, deyirəm hə. Hə olanda print i. Deyir ki, hə olanda get çap elə nəyi? i-ni. i də neçə idi burada? i də bizdə 0 idi. Demək, birinci çap elədi neçəni? Çap elədik biz birinci 0-ı. Bax, bunun təyinatı nədir? Bunun təyinatı list siyahısından götürülmüş ədədin artan sıra ilə əgər ədəd düzülürsə, həmin ədədin list print idisə indeksini çap elə. Bax, növbəti halda i bərabər olacaq 1-ə. Yoxlayacam ki, əgər f siyahısının 3213 qiyməti bərabərdirmi 1-ə? Yəni, burada neyniyəcək? Daxil edilmiş ədədin rəqəmlərinin artan sıra ilə düzüldüyünü baxır. Baxıram ki, 3213 artan sıra ilə düzülmüb. Həm də bax, burada bir şey fikir verin ki, bax, yazıb ki,
x-in ikinci qiyməti kiçikdirmi x plus 1-dən. Bu nə deməkdir? Yəni qiymət rəqəm özündən sonra gələn rəqəmdən kiçikdirmi? X plus 1 i üstəgəl 1-dirsə, demək özündən sonra gələn rəqəmdir. İlk çıxılsın 1 olsaydı, özündən əvvəl gələn rəqəm simvolu soruşur. 3213 artan sıra ilə düzülməyibdir, qarışıq düzülüb. Ona görə bu hissə mənə return-da nə verəcək? Return verəcək mənə orada 0. Yəni bu hissənin dəyəri bizə veriləcək 0. Deyəcəm 0 1-ə bərabərdir, deyəcəm yox. Yox olduğu üçün i çap olunmayacaq. Növbəti dövrdə i bərabər olacaq 2-yə. Deyəcəm ki, əgər f funksiyasının 567 qiyməti 1-ə bərabərdirmi? 567, yəni artan sıra ilə düzülüb. Deyirəm, bəli, düzüldüyünə görə 1-i neyəcək? F funksiyası 1 qaytaracaq. O zaman i-nin indeksi, yəni 2 çap olunacaq. Gələk buradan 2-ni çap edəcəksiniz. Daha sonra i bərabər olacaq 3-ə. i 3 olanda şərtdə yoxlayacaq ki, əgər f funksiyasının 3-cü indeksli elementi, yəni 8643 artan sıra ilə düzülübsə 1 qaytar. Deyirəm, yox. Düzülməyibsə, demək 0 olacaq. Növbəti halda i bərabər olacaq 4-ə. i 4 olanda gələcək f funksiyasını yoxlayanda deyəcək ki, f 678. Deyəcək, f funksiyasına sən 678 qiymətini göndərəndə aldığın ədəd əgər artan sıra ilə düzülübsə, o zaman nə elə? Artan sıra ilə düzülübsə, o zaman gəl sən qaytar neçəni? Qaytar 1-i. 678-in rəqəmləri artan sıra ilə düzüldüyünə görə 1 qayıdacaq. O zaman da yenə printdə çap olunacaq nə? Onun indeksi, yəni 4. Cavab olacaq 0, 2, 3, 4. Elə bax, misalın üzərindən baxıram ki, bax, artan sıra ilə düzülən 1234-dür. Daha sonra 567-dir, 678-dir. Bunun indeksləri nədir? 0, 2, 4. Aydındır? Başa düşmədirsə bir izahlayayım. Aydındır müəllimə. Yaxşı. Növbəti sual 51-ci sualdır. Birinci sualda demək A bərabərdir 231.245 daxil edilib. A bərabərdir STR A. STR A nə edəcək? STR A bu qiyməti sətr tipində yazacaq. Yəni 2231, 245. Sonra list olanda gələcək bunu salacaq sətr tipinə. 2, sonra 3, sətr tipində 1, sətr tipində 2, sətr tipində 4 və sətr tipində 5. Bax, ayırdıblar rəqəmlərini. B bərabər bir dənə boş çoxluqdur. For in range, len A çıxılsın 1. Bax, bu isə mənə nə verəcək? Len mən 6 eləyəcək. 6-dan da 1 çıxanda eləyəcək 5. O zaman i alacaq hansı qiymətləri? I alacaq 1-i, 2-ni, 3-ü, 4-ü. Hər dəfə gəlib bunları işləyəcəksiniz. Demək, i birinci bərabər olacaq neçəyə? i birinci bərabər olacaq 1-ə. i 1 olanda gəlib düşəcəm k-nı yazacağım. K bərabərdir int a-nın birinci a 1 çıxılsın 1. Demək, a siyahısını indeksləsəm, bu indeksləri başqa bir rənglə göstərək ki, qarışmasın. Demək, 0, 1, 2, 3, 4, 5. Bu nə deməkdir? Demək, A siyahısının 1 çıxılsın 1. Bu bizə verəcək nəyi? Bu bizə verir int A-nın 0-cı indeksi elementini. A-nın 0-cı indeksi elementi neçədir? Yəni, bu bizə verəcək int sətr tipində 2. Integerdə bunu sətirdən çıxardacaq, olacaq 2. K-nın qiyməti artıq oldu 2. K 2-dir. A da, sonra K1 də bərabər olacaq. K1 də int integer A-nın 1 plus 1 indeksli elementi. Yəni,
integer A-nın ikinci indeksli elementi, A-nın ikinci indeksli elementi neçədir? A-nın ikinci indeksli elementi 1-dir. Yəni olacaq int sətir tipində 1. Bu da bizə verəcək 1-i. K2 də bərabər olacaq. K2 də integer A-nın birinci indeksli, yəni birinci indeksli elementi. Bu da bizə verəcək integer A-nın birinci indeksli elementi də 3-dür. Sətir tipində 3. Bu da bizə verəcək 3. Sonra gələcəm B append. B siyahısına əlavə eləyəcəm nəyi? Sətir tipində, bax, STR var burada. K1, K2, K3-ün cəmini. Yəni 2 üstə gəl 1, üstə gəl 3. Bunları da toplayanda bizə verəcək nəyi? Ümumilikdə bunun cəmi eləyəcək 6. STR olduğu üçün gələcəm əlavə eləyəcəm sətir tipində 6-nı. Demək, B siyahısını yaratsam, mən B siyahı yaradanda, B siyahısında birinci əlavə olunacaq sətir tipində 6. Növbəti dəfə i-ni 2 qiymətini işləyəcəksiniz. I bərabərdir 2 olanda, burada yenə təzən K-nı işləyəcəksiniz. K bərabər olacaq int A-nın 2 çıxılsın birinci indeksli elementi, 2-dən də 1 çıxanda eləyəcək 1. Yəni A-nın birinci indeksli elementi neçədir? 3. Int də bunu verəcək 3-ü. Daha sonra K1 bərabər olacaq integer A-nın 2 üstə gəl 1 indeksli elementi. 2 üstə gəl 1, 3. Bu da 3-cü indeksli elementimiz neçədir? 2-dir də. Bu da bərabər olacaq 2-yə. Sətir tipindən int çıxardacaq. Daha sonra K2 də bərabər olacaq. Yəni, eyni qayda ilə integer A-nın ikinci indeksli elementinə. Bu da bizə verəcək A-nın ikinci indeksli elementi də neçədir? 1-dir. Bu da bizə verəcək 1. Sonra gələcək B append str 3 üstə gəl 2 üstə gəl 1. Bunu tapacaq. Bunları da toplayanda, yəni eyni qayda ilə bizə verəcək cəmi 6. STR də bunu salacaq sətir tipinə və əlavə eləyəcək yenə B siyahısına. Bu da olacaq 6. Növbəti dövrdə artıq i-nin qiyməti olacaq 3. Demək, K bərabər olacaq integer A-nın 3-cü indeksli 3 çıxılsın birinci indeksli elementi, yəni ikinci indeksli elementi. A-nın ikinci indeksli elementi neçədir? İkinci indeksli elementi 1-dir. Bu olacaq 1. K1 də bərabər olacaq integer A-nın 3 üstə gəl birinci indeksli elementi. 3 də neçədir? 3 üstə gəl 1, yəni 4-cü indeksli elementi. 4-cü indeksli elementimiz də ki 4-dür. Bu da bizə verəcək 4-ü. K-nın ikinci indeksli elementi də, yox, K2 də bərabər olacaq integer A-nın 3-cü indeksli elementi. A-nın 3-cü indeksli elementi də ki 2-dir də. Bu da olacaq 2. Sonra gələcək yenə təbii ki B siyahısına əlavə edəcəyik nəyi? Əlavə edəcəyik sətir tipində K üstə gəl K1 üstə gəl K2. Yəni bax, bu aldığım bu qiymətlərin cəminin sətir tipinə çevrilməsi. 1 üstə gəl 4 üstə gəl 2. Bunları da toplayanda verir bizə 7. Yəni bizə əlavə edəcəm 7-ni. Demək, növbəti əlavə edəcəyim qiymət də sətir tipində 7-dir. Sonra i bərabər olacaq 4-ə. I bərabərdir 4 olanda, yəni eyni qayda ilə K bərabər olacaq integer A sətrinin 4 çıxılsın birinci indeksli elementi. 4 çıxılsın 1 də nə deməkdir? 3. A-nın 3-cü indeksli elementi neçədir? 2-dir də. Bərabərdir 2-yə. K 1 də bərabərdir integer A sətrinin, A siyahısının daha doğrusu 4 üstə gəl birinci indeksli elementi, yəni 5-ci indeksli element. 5-ci indeksli elementimiz də 5-dir. Demək, bu da bizə verəcək elə 5-in özünü. K2 də bərabər olacaq integer A siyahısının 4-cü indeksli elementi. A siyahısının 4-cü indeksli elementi də ki, elə 4-dür. Sonra gələcəm B siyahısına append eləyəcəm. Həmin bu aldığım ədədlərin cəminin sətir tipində olmuş halını. Bunları da toplayanda nə olacaq? Demək, STR
2, üstəgəl 4, üstəgəl 5. Bunların da cəmi mənə verəcək 11. Yəni sətir tipində 11. Gəlib bunu B siyahısına əlavə edəndə B siyahım artıq olacaq bu formada. Artıq I yeni qiymət almadığı üçün gedirəm hara? Gedirəm join-a. Join-da da nə edəcək? Bax, bu B siyahısını gələcək join boşluqlardan birləşdirəcək. Boşluqlardan birləşdirəndə mənim siyahım necədir? 6, 6, 7, 11-dir. Birləşdirəndə olacaq 6, 6, 7, 11. Bu da hansı variantda var? A variantında. Aydındırmı? Bəli. Yaxşı. Növbəti 53-cü suala baxanda, 53-cü sualda yenə deyək ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Demək, A sətri Codera.az-dır. S-dəki boş bir dənə sətirdir. I də alacaq hansı qiymətləri? Len A mənə verəcək nəyi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu 9-dur. 9-dan da 1 çıxanda edəcək 8. O zaman I alacaq 0-dan 8-ə qədər ədədləri. Yəni 0, 1, 2, 3, 4, 5, 6 və 7. I-nin hər dəfə yeni bir qiymətində birinci I bərabər olacaq 1-ə. I bərabərdir 1 olanda gəlib işləyirik if-i. If-də də olacaq ki, 1 böyükdürmü? Nədən? Len A bölünsün 2. Len A bizə neçə vermişdi? Len A bizə vermişdi 9. Baba, bu isə vermişdi 9. 9-u da 2-yə böləndə, bu da bizə verəcək 9-u 2-yə bölündə tam 4-dür. Yəni bizdən soruşur ki, 1 4-dən böyükdür? Deyirəm, yox. Yox olanda gedirəm else-yə. Else-də də deyir ki, S sətrinə əlavə elə. S, yəni boş sətir, üstə gəlinsin A-nın 1 üstəgəl birinci indeksli elementini. Yaxşı, gəlin bir dənə əvvəlcə bu Codera sözünü, bunu indeksləsəm 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8. Mən 1 üstəgəl 1, 2 eləyir. İkinci indeksli elementim D-dır. Yəni bu nə deməkdir? Boş sətrin üzərinə gələcəm D hərfini. Bu da təbii ki, mənə verəcək D-ni. Sətirlə sətir toplayanda bunlar birləşirdi. Növbəti I-nin növbəti qiymətində I bərabər olacaq 2-yə. I 2 olanda gələcəm yenə if-ə. If-də deyəcəm ki, əgər I-nin qiyməti, yəni 2 böyükdürmü? Len A onsuz da mənə həmişə 9 verir də. Yəni 9 bölünsün 2. 9 bölünsün 2-də elə həmişə mənə 4 verəcək də. Bax, 4 olacaq bu. Çünki A sətri dəyişmir heç vaxt. Deyirəm, 2 4-dən böyükdür. Təbii ki, yenə deyirəm, yox. Yox olduğu üçün yenə gedirəm else-yə. Else-yə gedəndə yenə S sətrini işləyəcəm. Artıq S sətri nədir bizdə? S sətri bizdə D-dir. D-nin üzərinə gələcəm. Demək nəyi? A siyahısının 2 üstəgəl birinci indeksli elementi, yəni 3-cü indeksli elementini. Bunun 3-cü indeksli elementi E hərfidir. Demək olacaq D sətri, üstə gəlinsin E, bu da olacaq D. Növbətidə artıq I-nin qiyməti bərabər olacaq 3-ə. I bərabərdir 3 olanda if də olacaq neçə? If də olacaq, yenə deyəcəm ki, 3 böyükdürmü? O zaman bu hissə mənə həmişə nə verəcək? Bu hissə mənə həmişə verəcək 9 bölünsün 2, yəni 4. Bu həmişə mənə 4 verəcək. Elə birbaşa bura 4 yazacam. 3 4-dən böyükdür. Yenə deyirəm yox. Yox olanda yenə gedirəm else-yə. Else-yə gedəndə demək S sətrinə əlavə edəcəm. S sətrinin əvvəlki qiyməti artıq D-dir. D-nin üzərinə gələcəm. A-nın 3 üstəgəl birinci indeksli elementi. 3 üstəgəl 1 də 4 eləyir. 4-cü indeksli elementim də nədir? Bizdə R-dır. O zaman olacaq D üstə gəlinsin R. Bu da olacaq D. Bax, belə bir
sətr alınacaq. I bərabər olacaq növbəti addımda 4. I 4 olanda, if-i yoxlayanda deyəcək ki, 4 4-dən böyükdür. Təbii ki, deyirəm yox. Yox olanda gedirəm else-ya. Else-də də yenə S bərabərdir. S-in son halı nə idi? Der idi da. Bunu da üzərinə gələcəm. A sətrində 4 üstə gəl birinci indeksdə elementi. 4 üstə gəl 1 də bizə verəcək 5. Yəni 5-ci indeksdə elementim də nədir? A-dır da. Buradan da alacam nəyi? Der üstə gəl A. O da bərabərdir dera. Belə bir şey alınacaq. Daha sonra i bərabər olacaq 5-ə. I 5 olanda şərtdə yoxlayacam ki, 5 4-dən böyükdür. Deyirəm, hə. Axır ki, biz if işləyirik. If işləyəndə deyəcəm ki, S-in son sözü nə idi? F-in son sözü dera idi. Deranın üzərinə gəl A-nın i-ci indeks elementi. A-nın i-ci indeks elementi deyəndə, yəni A-nın 5-ci indeks elementini. Bu zamanda deranın üzərinə gələcəm. 5-ci indeks elementim nə idi? 5-ci indeks elementim koderadır. Bax, bunu bir dənə belə yazım. Birdən nəsə qaranlıq qaralır. Bax, kodera az. Bunun indeksini 0, 1, 2, 3, 4, 5. Bax, bu 6-dır, bu 7-dir, bu da 8-dir. Demək, 5-ci indeks elementim nədir? 5-ci indeks elementim A-dır. Bunun üzərinə bir dənə də A gələcəm. Bu da mənə təzən verəcək kodera. Bax, bunu verəcək. Növbəti dəfə i bərabər olacaq 6-ya. I 6 olanda yenə şərtdə yoxlayacam ki, 6 4-dən böyükdür. Təbii ki, deyəcək hə. Hə olanda yenə if-in içərisini işləyəcəksiniz. S bərabər olacaq. S-in son sətri nə idi? S-in son qiyməti dera idi. Deranın üzərinə gələcəm A-nın 6-cı indeksli elementini. Bu zaman nə olacaq? Bu zamanda dera sətrinin üzərinə gələcəm. A-nın 6-cı indeks elementi nədir? İndeksdir. Burada nöqtə var. Mən bunu boşluq götürmüşəm. Amma burada nöqtə var. Mən elə bildim burada səhvən düşüb. Çünki sonra variantda baxıram ki, həqiqətən orada nöqtə varmış. Demək, bunun üzərinə gələcəm nöqtəni. Bunun üzərinə nöqtə gələndə təbii ki, bura gələcək. Bir dənə nöqtə düşəcək. Sonra i bərabər olacaq 7-yə. i 7 olanda if olacaq neçə? If olacaq 7 böyükdür 4-dən. Deyirəm hə. Hə olanda s bərabərdir dera nöqtə üstə gəlinsin A-nın 7-ci indeksli elementi. A-nın 7-ci indeksli elementi nədir? Bunun da 7-ci indeksli elementi A-dır. Demək, bərabər olacaq. Demək, bu mənə verəcək nəyi? Bu mənə verəcək sətr tipində A-nı. Bunları da birləşdirəndə olacaq dera 2 dənə A nöqtə A. Bax bu. Artıq yeni qiyməti olmadığı üçün çapa gedəcək. Bax bu. Burada hardadır? Bu da olacaq. Bu birinci başlayıb, O-dan başlayıb. I-nin birinci indeksli elementindən. Buna ən yaxın variant kimi A variantı götürülür. A götürmək olar. Amma ki, onu niyə ora qoydu? Onu biz hardasın? Niyə siz götürməmişik ki onu? Biz bunu 7 dəfə işləmişik ya, 8 dəfə daha. Demək, 1, 2, 3, 4, 5, 6, 7. Yəni, bunun biri hanı bəs? Bunun biri niyə yazmamışıq ki? İyinin iki qiyməti 0-dan başlayır. Bax, burada səhv getmişəm. İyinin iki qiyməti 0-dır. Mən burada 1-dən başlamışam. Hə, ona görə də cavab burada O da olmalıdır. Hə, o 0-dan başlayır. Mənə də maraqlı idi. Çünki orada for in range yazılıb ha. Hə. Sonra 0-dan Bəs niyə demirdiniz? mən gözləyirdim də yazıb qutarasa sonra deyim. Qutarmaz indi belə elə indi bu belə oldu ki, məsələn, onun əvvəlin qabağına atmaq rahatdır. İndi rəqəmlə işləsəydim gör indi hara gəlib çıxmış. Hərfdə rahatdır. Bu misalda düzəltmək olur. Mən elə bildim koder olacaq. Yox, koder olmur, o olacaq. İndi başa düşdüm. Çünki biz burada şey olacaq axı. Bax, bunu 0 götürəndə, bax, bunu 0 götürəndə, qoy bir dənə bunun fərqli rənginə deyim, başa düşəcəksiniz. Bax, bunu 0 götürsəm, bu gəlib olacaq 0 üstə gəl 1, yəni olacaq 1. Bunun da birinci indeks elementi nədir? O-dur. Yəni birinci başlayacağım O-dan.
oradan sürüşəcək. Həm də bunun belə sayında da düz gəlmədiyi. Çünki burada neçə dənə var? 8 dənə rəqəm yoxdur. Bu sözü sayanda bax mən nəyi çap elədim? Bax D 1 2 3 4 5 6 7. Bəs bunun 8-incisi hanı? 8-incisi də burada yemişik. Bildiniz? Başa düşdünüz? Yəni Bəli, müəllimə. ikinci dövrdən başlamışam. Orada səhv getmişəm. Üzürlü sayın. Həmişə siz səhv yazası deyirsiniz ki. Evet, biz də eləyirik. Sonra 56. 56 cüt ədəd də gəlib bizdə. Sual kimi. 56-ya baxaq. Proqramın nəticəsi nə olacaq? Proqramın nəticəsi nə olacaq? Baxaq görək nə olacaq bu proqramın nəticəsi. Demək bizdə nə var? F funksiyasının 1, 2, 3 qiyməti var. Bir də M funksiyasının 1, 2, 3 qiyməti var. Birinci başlayıram F funksiyasının 1, 2 və 3 qiymətindən. Gəlib işləyəndə, qiymətləri yerinə qoyanda 1, 2, daha sonra 1, 3. Deyirəm ki, 1, 2-dən böyükdür, deyirəm yox. End olduğu üçün heç digərisi baxmağa ehtiyac yoxdur. Gedirəm birbaşa else-yə. Else-yə gedəndə 1, üstə gəl 2, üstə gəl 2 vurulsun 3. Bu da bizə verəcək 6, 9. Demək, bu hissənin qiyməti oldu 9. 9 üstə gəl. Daha sonra da gedirəm hara? M funksiyasına. M funksiyasını da tapanda demək, qiymətlər yenə ötürüləcək 1, 2, 3 formasında. Gələcəm birinci ifi yoxlayanda deyəcəm ki, 1, 2-dən böyükdür, deyirəm yox. Yox olduğu üçün gedirəm else-yə. Else-də də deyir ki, tap nəyi? X nədir? 1, bir üstə gəlsin F funksiyasının 1, 2, 3 qiymətini. Niyə mən yerdə müraciət eləməliyim? F funksiyasının 1, 2, 3 qiyməti. Oysa F funksiyasının 1, 2, 3 qiymətini bax tapmışdım da. Neçə tapmışdım? 9 tapmışdım. Demək, bu da olacaq. Bax, funksiyanın qiymətini 9 tapmışamsa, 1 üstə gəl 9 bərabərdir 10-a. Return də z-i tapacağım. Z çünki nə if-dən asılıdır, nə də ki else-dən asılıdır. Bu həmişə işləyəcək. Z-i də işləyəndə gedirəm yenidən tapmalıyam. F funksiyasında demək, x-in qiyməti elə 1-dir. Y-in qiymətini artıq mən almışam 10. Z-in də qiyməti 2 vurulsun z-dir. Yəni 2 vurulsun 3. Bu da bizə nə verəcək? Yəni F funksiyasında 1, 10 və 6 qiymətini tapmalıyam. Yaxşı. F funksiyasında 1, 10, 6 qiymətini tapanda birinci gəlib düşəcəm if-ə. If-də nə deyirdi bizdə burada? If-də deyir ki, x-in qiyməti y-dan böyük olmalıdır. Həmçinin də x-in qiyməti z-dən kiçik olmalıdır. Bax, bu bizdə x idi. Bu y-dir, bu da z-dir. Yəni 1, 10-dan böyük olsun və 1, 6-dan kiçik olsun. 1 10-dan kiçikdir, deyirəm yox. Bəs 1 6-dan kiçikdir, deyirəm hə. Bir dənə yox cavabını, səhv cavabı gördüyü üçün artıq mən gedirəm hara? Gedəcəm else-yə. Else-ni də tapanda bizdə return-də nə istəyir? Return-də deyir ki, x üstə gəl y üstə gəl 2 vurulsun z. Yəni 1 üstə gəl 10 üstə gəl 2 vur 6. O da bərabərdir. Bu isə verəcək mənə 12. Bu da olacaq 11. Bunların da cəmi elədi 23. Demək, F funksiyasının 1, 10, bir də 6 qiyməti bizə verir 23. Bax, 23. Gələcəm 9-un üstünə 23, yox, bir dəqiqə. Yox, yarım şey demək, tələsməyək. Gəlirəm, burada nəyə tapacam? Demək, bu funksiyanın qiymətini tapdım 23. Sonra bunun returnunu işləməliyəm. Baba, bu hissəni işləməliyəm. Bu hissəni də işləyəndə x neçədir? X-in qiyməti elə bizdə 1-dir. 1. 1-in üstünə gələcəm. Y-in qiyməti 10-dur. Z-in də qiymətini tapdım 23. Bunları toplayanda eləcə 11 üstünə 23 gələndə olacaq 34. Artıq bu M funksiyasının qiyməti 34-dür. 9-un üstünə 34 də gələndə eləcək 43. Yəni Y variantı. Aydındır mı? Bəli, müəllim.
Çıxıram 59-cu sual. %59-da A siyahısı verilib. Foreign range sıfırlayan A verilib. Yəni sıfırdan A siyahısının uzunluğuna qədər gedəcəksiniz. A siyahısının uzunluğu da ki 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. Demək bunun qiyməti 8-dir. I hansı qiymətləri alacaq? I alacaq 0, 1, 2, 3, 4, 5, 6, 7. Bu qiymətləri alacaq. Gəlirik hara? Demək, A siyahısını əvvəlcə indeksləyək. A siyahısını bir dənə səliqəli formada, bir dənə buradan yazaq ki, hər dəfə yox, elə buradan yazacağam A siyahısını. Demək, A siyahım nədir mənim? A siyahım 1, 3, 4, 5, 7, 3, 2, 4-dür. Bunu da gətirib indeksləsəm, 0, 1, 2, 3, 4, 5, 6, 7. Baba bu qalsın, elə baba burada. Belə qalsın, nə dəyişəcəmsə bunun üzərini dəyişəcəm. Demək, I birinci bərabər olacaq 0-a. I 0 olanda gəlirəm if-ə. If-də deyirəm ki, A siyahısında count I. Count I nədir? Yəni 0. A siyahısında 0-ın sayı. Birdən count nədir? Saymaqdır. Deyir A siyahısında 0-ın sayı birdən çoxdur. Ümumiyyətlə A siyahısında 0 var, yoxdur. Yoxdur deyə bu mənə verəcək 0. 0 birdən çoxdur, deyirəm yox. Daha sonra I bərabər olacaq 1-ə. I 1 olanda yenə şərtdə yoxlayacağam ki, əgər A siyahısında birlərin sayı birdən çoxdur, A siyahısının içində 1 var. Bir dənə 1 var da. Bu mənə verir 1. Deyirəm 1 birdən böyükdür. Yenə deyirəm yox. Daha sonra I bərabər olacaq 2-yə. Yenə şərtdə yoxlayacağam ki, əgər A siyahısında count 2 böyükdür 1-dən. Count 2, yəni A siyahısındakı 2-lərin sayı. Neçədən 2 var? Bir dənə 2 var da. Cəmi var, bir dənə 2 var. Ona görə count mənə verəcək 1. 1 birdən böyükdür. Yenə deyirik yox. Daha sonra I bərabər olacaq 3-ə. Yenə yoxlayıram ki, I, A, count böyükdürmü? A, count 3 böyükdürmü 1-dən? 3-dən neçə dənədir? Bir dənə 3 var, 2 dənə 3 var. Ona görə A siyahısında countla 3-lərin sayı olacaq 2. 2 birdən böyükdür. Deyirəm hə. Hə olanda o zaman A-nın 3-cü indeksli elementi bərabər olsun. A-nın 3-cü indeksli elementi üstə gəlinsin A-nın 3 1-ci indeksli elementinə. A-nın 3-cü indeksli elementi neçədir? A-nın 3-cü indeksli elementi 5-dir. 5 üstə gəl 3 üstə gəl 1 dənə nə deməkdir? Yəni 4-cü indeksli elementi, o da 7-dir. 5-in üzərinə də 7 gələndə olacaq 12. O demək ki, artıq 3-ün qiyməti, 3-cü indeksli qiyməti 5 yox, bunun qiyməti 12-dir. Növbəti dövrdə I bərabər olacaq 4-ə. I 4 olanda yenə if-i yoxlayırsınız. Yenə deyirik ki, A count 4 böyükdürmü 1-də? Yəni A siyahısının 4-lərin sayı neçədəndir? Bir dənə 4 var, 2 dənə 4 var. Yenə bu hissə mənə verdi 2. 2 birdən böyükdür. Yenə deyirik hə. Hə olanda A-nın 4-cü indeksli elementi bərabərdir. A-nın 4-cü indeksli elementi üstə gəl. I plus 1 nə deməkdir? Yəni özündən sonra gələn elementi. Yəni A-nın 5-ci indeksli elementi. A-nın 4-cü indeksli elementi 7-dir. 7-nin üzərinə 5-ci indeksli elementi 3-ü gələndə bu bizə verəcək 10. O zaman artıq 4-cü indeksli elementin dəyəri 7 yox, onun dəyəri artıq 10-dur. Növbəti dəfə dövrdə I bərabər olacaq 5-ə. I 5 olanda yenə şərtdə yoxlayacağam ki, əgər A siyahısında 5-lərin sayı 1-dən çoxdursa, 5-lərin sayı 1-dən çoxdursa, həmin element və özündən sonra gələn elementin sayı cəmini daxil elə. Həmişə yadda saxlayın, A count
bax, böyükdür 1. O demək ki, bu təkrarlanan elementləri götürür. Bax, yadınızda saxlayın. Hansı ki, element təkrarlanırsa, yəni onlar çoxdur da, 1-dən çoxdursa, onları götürəcək. 5-lər neçədəndir bizdə? Burada 5-dən 1 dənədir. Bu isə də verəcək 1. 1 1-dən böyükdür. Təbii ki, deyirik, yox. Daha sonra i bərabər olacaq 6-ya. If-də yoxlayacaqsınız ki, count 6, 6-nın sayı 1-dən çoxdur. 6 var ümumiyyətlə orada. 6 ümumiyyətlə yoxdur. Yoxdursa, verəcək bizə 0. Deyəcəm 0 1-dən böyükdür. Təbii ki, deyirik, yox. Daha sonra i bərabər olacaq 7-yə. Yenə şərtdə yoxlayacağam ki, əgər A siyahısında 7 rəqəminin sayı 1-dən çoxdur. A siyahısında ümumiyyətlə 7 var, bəli var, özdə bir dənə var. Deyirəm ki, 1 1-dən çoxdur, yenə deyirəm yox. Yox olduğu üçün artıq if-ə düşmürsünüz. Bizdə demək qiymət dəyişdi, ancaq 5 və 7-də. Hansıların ki, qiyməti dəyişməyib, həmin qiymətlər olduğu kimi sürüşdürün, aşağı gətirin, qoyun yerinə. Olacaq 2 və 4. Burada harada var? Tez A yoxşur. 1, 3, 4, 12, 10. Aha, demək cavabımız oldu A variantı. Ümidvaram ki, başa düşdünüz. Sualın təyinatı bu idi. A siyahısında təkrarlanan elementləri özü və özündən sonra gələn elementin cəmi kimi yazmaq idi. (61-ci sualda Python dilində yazılmış proqramın yeni nəticəsini müəyyən edin. A siyahımız Andorra yazılıb, S bərabərdir boşluq. For in A-dır. Yəni, i birbaşa A siyahısına range olmadığı üçün müraciət edəcək. A bir dəfə götürəcək A-nı, N-nı, D-nı, O-nı, R-nı, yenə R-nı, sonra da A-nı. Demək, birinci i bərabər olacaq nəyə? Birinci i bərabər olacaq böyük A simvoluna. Gələcək if-ə, if-də deyəcək ki, əgər S sətrində, S sətrimiz də nədir? Bizim də S sətrimiz bir dənə boş sətirdir. Deyir, S sətrində tap, nə tap? Böyük A hərfinin indeksinin tap. Əgər baxıyor 1-ə bərabərdir. S sətri boşdur da. Bu S sətrində mən A-nı tapsam nə olacaq? Heç nə yoxdur ya bunun içində. Yoxsa demək -1-dir. Deyirik ki, biz find-də demişdik, əgər elementi tapmayanda -1 verəcək. -1, -1-ə bərabərdir. Deyirəm, hə. Hə olanda, deyir, o zaman S sətrinə əlavə elə, S boş sətrə əlavə elə həmin o i-ci elementi, yəni A-nı. Bu zaman S bərabər olacaq A-ya. Növbəti dövrdə i bərabərdir artıq nəyə? N hərfinə, S də bərabərdir A hərfinə. Yenə yoxlayacam nəyi? Deyəcəm ki, əgər S sətrində balaca N hərfinin indeksi -1-ə bərabərdirmi? S sətrində balaca N-in indeksi neçədir? S sətrində N var. Yoxdur da, bir dənə təkcə A var. Yoxdursa yenə verəcək -1, -1 deyəcəm -1-ə bərabərdir, deyirik hə. Hə olanda S bərabərdir, S sətri artıq A-dır. A-nın üzərinə gələcəm N hərfini, bu da bərabər olacaq A-nı. Daha sonra i bərabər olacaq D hərfinə, D hərfində artıq S də bərabərdir A-nıya. Yoxlayacam yenə şərtdə ki, əgər S sətrində balaca D hərfinin indeksi -1-ə bərabərdirmi? S sətrində D hərfi varmı? Yoxdur. Olmadığı üçün yenə -1-dir. -1-1-ə bərabərdir, deyirəm hə. Deyir, əgər yoxdursa, sən onu əlavə elə S sətrinə. S sətrinin əvvəlki uzunluğu A-nı idi. Bunun da üzərində bir dənə gələcəm D hərfidir. Bunlar da birləşəcək. Olacaq nə? Olacaq A-nıdır. Daha sonra i bərabər olacaq O hərfinə. Yenə şərtdə S də bərabərdir nəyə? A-nı-dıya. Yenə şərtdə qoyacam ki, əgər S sətrində S find nə olacaq? S find O.
Deyəcəm ki, S sətrində o balaca O hərfinin indeksi -1-ə bərabərdir. S sətrində O hərfi var ümumiyyətlə, yoxdur axı. Yoxsa bunun indeksini hardan tapım? Yoxsa bu verəcək -1. Yenə eyni qayda ilə -1, -1-ə bərabərdirmi? Hə. Hə olanda S bərabər olacaq nəyə? A-nı-dı, üstə gəlinsin O. O da bərabərdir nəyə? A-nı-dı, O-ya. Sonra növbəti dövrdə I bərabər olacaq R hərfinə. I R hərfinə bərabər olanda S hərfinin artıq nədir? A-nı-dı, O. If-də də şərt qoyacam ki, nə şərti qoyacam? Find. Əgər S sətrində balaca R hərfinin indeksi -1-ə bərabərdirsə, S sətrində balaca R hərfi var, deyirəm yoxdur. Yoxdursa -1-dir. -1, -1-ə bərabərdir. Deyirik hə. Hə olanda S bərabərdir nəyə? A-nı-dı, O, üstə gəlinsin R hərfi. Bu da bizə verəcək nəyi? Bu da bizə verəcək A-nı-dı, O, R-nı. Növbəti dəfə I bərabər olacaq yenə təbii ki R hərfinə. Çünki burada ikinci gələcək R gəlir də. Bir dəqiqə bunu yaxşı yazaq. Demək, I bərabərdir R hərfinə. S sətri də nəyə bərabərdir? S sətri də A-nı-dı, O, R-ya bərabərdir. Şərtdə qoyuram ki, əgər S sətrində tap nəyi? R hərfinin indeksini, əgər bu -1-ə bərabərsə, ona üzərinə gəl. Bax, S sətrində R nədir? Artıq S sətrində R varsa, bu indeks olacaq 0, 1, 2, 3, 4. Bax, 4 olacaq. Bu zaman R hərfinin indeksi 4-dür. Deyirəm 4 -1-ə bərabərdir. Deyirəm yox. Yox olanda artıq bu dəfə I olacaq nəyə? Balaca A hərfinə. S sətri yeni dəyər almadığı üçün hələ köhnə dəyərində qalacaq. Olacaq Andor. Daha sonra if-də də deyirik ki, əgər S sətrində balaca A hərfinin indeksi -1-ə bərabərdirmi? Yəni ki, S sətrində balaca A var? Yox. Uşaqlar həmişə yadda saxlayın. Böyük A-dan balaca A fərqlidir. Yəni, onları qarışdırmayın. Deyin ki, A var. O böyükdür, bu balacadır. Onlar bir-birinə aid deyil. Ayrı-ayrı hərflərdir. Balaca A var, yoxdur. Olmadığı üçün deyirəm -1, -1-ə bərabərdirmi? Hə. Hə olanda S də bərabər olacaq nəyə? Əvvəlki olacaq nə? Andor. Bunun da üzərinə gələcəm A-nı. Bu da bizə verəcək nə? Andorra. Yəni, olacaq C variantı. Misalın təyinatı nədir? Misalın təyinatı verilmiş A sətrindəki hər elementdən yalnız birini S siyahısına əlavə elə. R-dan 2 dənə olduğu üçün artıq onun yalnız birini əlavə elədi. Təyinatı da budur. Bu neçə idi? 61. Növbəti sual 65-ci sualdır. Altmış beşinci sualda A siyahısı verilib, bir dənə B boş siyahısı verilib, bir dənə də C boş siyahı verilib. For in A-dır. Yəni, hər dəfə I gələcək, A siyahısının qiymətlərini götürəcək. Görək necə qiymət götürəcək bu. Demək, ilk növbədə I bərabər olacaq birinci 1-ə. Bir dənə buna fikir verin, görə təyinatını tapa biləcəksiniz. I birinci olacaq 1. Gələcək K bərabər olacaq nəyə? K bərabərdir. C sətrində count sayacaq bir rəqəminin sayını. Deyir, əgər o 0-a bərabərdirmi? Yox, 0-a şərt qoymayıb. Mən nə şərt qoydum? Şükəşdən birbaşa hara. Hə, C yox, daha doğrusu A-dır. A siyahısında bir rəqəminin sayı, count. A siyahısında bir rəqəm neçədəndir? Bir dənədir. Demək, K bərabər olacaq 1-ə. K 1-ə bərabərcə, o zaman gedirəm, şərt deyil. K-nın qiyməti 1-dir. If-də də deyir ki,
C siyahısında tap say nəyi? C siyahısında tap bir rəqəminin sayını. C siyahısı boş siyahıdır da. Burada 1 var. Deyirəm ki, deyir bu 0-a bərabərdir. Yoxdur da 1. Ona görə bu mənə verəcək 0. 0 0-a bərabərdirmi? Deyirəm hə. Hə olanda o zaman deyir ki, B append əlavə etməkdir. B siyahısına əlavə elə 1 rəqəmini. Artıq B siyahısının ilk dəyəri olacaq 1. Daha həmçinin də deyir C siyahısına da əlavə elə nəyi? Əlavə elə 1-i. Bunu da B siyahısına, həm də C siyahısına da bir dənə əlavə eləyəcəm 1-i. Növbəti dəfə I bərabər olacaq 2-yə. I 2 olanda K bərabər olacaq, deyir A count 2. Deyir A sətrindəki 2-lərin sayı. A sətrində neçə dənə 2 var? Bir dənə 2 var. Bax, bu bərabər oldu 1-ə. Bir dənə 2 var. Şərtlər yoxlayacaq ki, C siyahısında count 2. C siyahısında 2-dən neçə dənədir? Bunu düzmü yazdım mən? B count da 1. Hə, bəli, ikisi də 1 idi. Hə, C siyahısında 2 neçə dənədir? C siyahısında təkcə bir dənə 1 var da. Bu mənə verəcək 0. Deyir 0 0-a bərabərdir. Deyirəm hə, təbii ki. Yenə deyir ki, B siyahısına əlavə elə nəyi? B siyahısına əlavə edəcəm K-nı. Yəni K da neçədir? 1-dir. Bu zaman B siyahısına yenə olacaq 1. Amma C siyahısına isə əlavə edəcəksiniz I-nin qiymətini. Yəni 2-ni əlavə edəcəksiniz. C də olacaq I-nin qiyməti 2. C-nin də qiyməti olacaq 2. Növbəti dəfə I bərabər olacaq 3-ə. I 3 olanda gəlirəm K-nın qiymətini tapmağa. K-da deyir ki, A count 3. Deyir A sətrində 3-dən sayı neçədən? A sətrində 3-dən sayı 1, 2, 3 dənədir. K bərabər olacaq 3-ə. K 3 olanda yoxlayacağım şərtdə ki, əgər C siyahısında C count 3. C siyahısındakı 3-lərin sayı 0-dır. C siyahısında ancaq bizə 1 ilə 2 var da. 3 yoxdur ya, deyirəm 0-dır. 0 0-a bərabərdir, deyirik hə. Hə olanda o zaman B siyahısına əlavə edəcəksiniz K-nın dəyərini. K-nın dəyəri də neçədir? 3-dür də. O zaman B siyahısına artıq əlavə olundu K-nın dəyəri 3. Ancaq C siyahısına isə əlavə edəcəksiniz I-nin dəyəri. Hələ I-nin dəyəri də 3-dür. O zaman C siyahısına bir dənə əlavə olundu 3 rəqəmi. Növbəti pillədə I-nin qiyməti artıq olacaq. Yox, yenə 3 olacaq. Çünki bu qiymətləri ardıcıl götürəcək. I-nin qiyməti yenə 3. Bax, bu A siyahısındakı 3-ü götürəcək. 3-ü götürəndə yenə K-da deyəcək ki, K bərabərdir A count 3. A sətrindəki 3-dən sayı, A sətrində 3 dənə 3 var. Gələcək if-ə. If-də deyəcək ki, əgər C siyahısındakı 3-lərin sayı 0 dənədir, yəni 3 yoxdur. 0 dənə nə deməkdir? Bax, count 0 o deməkdir ki, həmin elementdən C siyahısında yoxdur. Yəni yoxdur da ondan. Amma mən C siyahısında 3 var axı. 3-ün sayı burada neçə dənədir? 3-ün sayı burada 1 dənədir. Deyirəm 1 0-a bərabərdir. Deyirəm yox, artıq heç nəyi əlavə eləmirsiniz. Sonra I növbəti dövrdə artıq bərabər olacaq neçə? I bərabər olacaq indi bu dəfə 4-ə. I 4 olanda K bərabər olacaq nəyə? A count 4. A count 4 nədir? 4-lərin sayı neçədədir? 4-lərin sayı A siyahısında 2 dənədir. K bərabər olacaq 2-yə. If də olacaq neçə? If də olacaq C count I-nin qiyməti 4. 4 0-a bərabərdirmi? C siyahısında 4-dən sayı var. C siyahısında ancaq 1 var, 2 var, 3 var. 4 var, deyirəm yoxdur. Yox olduğu üçün deyirəm 0. 0-a bərabərdir, təbii ki, hə. Hə olanda, demək B siyahısına mən əlavə edəcəm K-nın dəyərini. Yəni B append K-nın dəyəri 2-dir. Artıq B siyahısına yeni qiymət daxil oldu 2. C siyahısına isə əlavə edəcəm I-nin qiymətini, yəni 4-ü. Append 4.
C siyahısına da əlavə olundu artıq 4-ün dəyəri. Daha sonra i növbəti dövrdə artıq olacaq 5 qiymətini alacaq. I bərabər olacaq 5. 5 olanda yenə yoxlayacağam ki, k bərabərdir a count 5. Yəni A siyahısındakı 5-lərin sayı. 5-lərin sayı neçə dənədir? A siyahısında 5-lərin sayı 2 dənədir. Və şərtə düşəndə yoxlayacağam ki, yaxşı, bəs C siyahısında 5-lərin sayı bəs onda neçə dənədir? B siyahısında olan 5-lərin sayı 0-dır. Yəni onu soruşur ki, C siyahısında 5 yoxdur. Təbii ki, C siyahısında 5 yoxdur. Müəllimə, A-da 5-lərin sayı 3 dənə deyil. Hə, 3 dənədir, görməmişəm. Birini görmüşəm. Axırıncını görmüşdüm mən. 1, 2, 3 dənədir. Hə. Üç dənə oldu. C siyahısında 5 var. Deyirəm yox. 0 0-a bərabərdir. Deyirəm hə. Hə olanda artıq nə edirik? B siyahısına əlavə edirsiniz nəyi? B siyahısına əlavə edəcəksiniz. B siyahısına K-nın dəyərini. Yəni 3-ü. B siyahısında artıq əlavə elədim 3-ü. C siyahısına isə əlavə edəcəm i-nin dəyərini. Append. Bu da olacaq neçə? I-nin dəyəri də 5-dir də. Artıq bu da olacaq 5. Növbəti dəfə i-nin dəyəri olacaq 6. Biz hələ baba buradayıq, 6-dayıq. I 6 olanda K bərabər olacaq neçəyə? A siyahısındakı 6-ların sayına. A siyahısında 6-nın sayı neçədir? A siyahısında 6 bir dənədir. O zaman deyəcək ki, if-də nədir? Deyir, bəs yaxşı, bəs C siyahısında 6-dan neçə dənədir? C count 6. C siyahısında 6-ların sayı 0-dır. C siyahısında 6 var, ümumiyyətlə əlavə eləmişik. Yox, əlavə eləmədiyimizə görə 0-dır. 0 0-a bərabərdir. Deyirik hə. Hə olanda B bərabər olacaq neçəyə? B bərabər olacaq. B append append K-nın dəyəri, yəni 1-ə. O zaman B siyahısına bir dənə 1-ə atdıq. C siyahısına isə i-ni atacaqsınız. Yəni C append 6. C siyahısına da bir dənə 6-nı əlavə elədik. Növbəti dövrdə artıq i-nin dəyəri olacaq 4. I-nin dəyəri 4 olanda K bərabər olacaq neçəyə? Deyəcəm ki, A count 4. A siyahısında 4-lərin sayı neçə dənədir? 2 dənədir. Bu mənə verəcək 2. Yaxşı, bəs deyəcək ki, əgər C siyahısında C count 2. 2 yox, qarşı 4. C siyahısında deyir, yaxşı, 4-lərin sayı neçə dənədir? C siyahısında artıq 4 var da. Bunun da sayı deyir, 0-a bərabərdir. C siyahısında 4-ün sayı 1 dənədir. 1 0-a bərabərdirmi? Deyirəm, yox. Yox olduğu üçün artıq B və C siyahısına heç nə əlavə eləməyəcəksiniz. I növbəti dövrdə artıq olacaq 5. I olacaq 5. I 5 olanda K bərabər olacaq neçəyə? K bərabər olacaq A count 5-ə. Deyir, A siyahısındakı 5-lərin sayı neçə dənədir? A siyahısında 5-lərin sayı 3 dənədir. Bu da bərabər olacaq 3-ə. Yenə şərtdə yoxlayacaq ki, əgər C siyahısında C count i-də neçədir? 5-dir. C siyahısındakı 5-lərin sayı 0-a bərabərdir. C siyahısında artıq 5 var da. 5 olduğu üçün bu 1-dir. Deyəcək 1 0-a bərabərdir. Təbii ki, deyirəm, yox. Növbəti dövrdə i bərabər olacaq 3-ə. I bərabər olacaq 3-ə. K da nəyə bərabər olacaq? K da bərabərdir. Bu təyinatını tapan oldu mu? A count 3. A sətrində siyahısında 3-lərin sayı 2 dənədir. Bu oldu. Mənim A siyahısını təkrarlanmayanları Yox. salın. Misalın təyinatı birisi nədir? B siyahısında A siyahısında olan elementlərdən hərəsindən neçə dənədir? Onu tapır, atır. Bax, məsələn, 1-dən 1 dənədir, bax, 1 atdıq. 2-dən 1 dənədir, 1 atdıq. 3-dən neçə dənədir? 1, 2, 3. 3 əlavə elədim. 4-dən neçə dənədir? 2 dənədir. 2 əlavə elədim. 5-dən neçə dənədir?
1, 2, 3. Bax 3 əlavə elədim. Altdan neçə dənədir? Bir dənədir. Artıq 4-dən yenə bir dənədir. Artıq ona ehtiyac yoxdur axı. B siyahısı A siyahısında olan rəqəmlərin sayını daxil edir. C siyahısı isə A siyahısında olan elementlərdən hərəsindən yalnız birini əlavə edir. Aydındır? Hərəsindən Bəli, müəllim. birini əlavə eləyəcək. Yəni bunu Bizdən də C-ni soruşur da, səhv eləmirəmsə. Bəli, C-ni soruşur. O zaman C-də biz burada i-ni 3 qiymətini yoxlayanda, mən gəlib yoxlayacağam ki, yenə C count 3, yəni C siyahısında 3-ün sayı 0 dənədir. C siyahısında artıq 3 var axı. Bu mənə verəcək yenə 1. Burada mən yenə alacağam yox cavabını. Sonra i bərabər olacaq 5-ə. i-ni 5 qiymətini elə burada yoxlamışdım. Yenə buradan alacağım yox. Elə bununla da qurtaracaq. C siyahısı olacaq 1, 2, 3, 4, 5, 6 A variantı. Və 65-ci sualın təyinatı odur ki, C siyahısına A siyahısında olan elementlərdən hərəsindən yalnız birini əlavə edəcək. B siyahısı isə həmin o elementlərin sayını çap edir, daxil edir. Aydındır? Bəli. Bəli, müəllimə. Allah. Hə, 68 uşaqlar əslində asandır. 68-ə baxmam, bir dənə şifahi deyəcəm, bir dənə baxın ki, başa düşəcəksinizmi? Deyir ki, A sətri verilib, qarışıq böyük hərf, kiçik hərf rəqəmlə olanda. I gəlib necə? I hər dəfə buradakı elementdən birini götürəcək. Baxın, I birinci bərabər olacaq. Demək, I birinci bərabər olacaq böyük A hərfinə. Yaxşı yazmadı. Demək, bax, bir-iki addım gedəndə təyinatını baxın, görə tuta biləcəksiniz. I birinci bərabər olacaq böyük A hərfinə. I böyük A hərfinə bərabər olanda, bax, gələcəm, bura qoyacam A-nı. Birinci ifdə deyəcəm ki, A hərfi böyük A-dan böyük bərabər olsun and böyük A hərfi kiçik bərabər olsun böyük Z-dən. Böyük A, böyük A-dan böyük deyil, amma bərabərdir. Hələ bu hissə mənə verəcək hə. Bax, birinci if nə demək? Birinci if şərtini ödəyir. Böyük A-dan Z-yə qədər olan hissə. Elif ödəyir. Balaca A-dan balaca Z-yə qədər olan hissə. Else isə artıq mənim, əgər böyük hərf deyilsə, kiçik hərf deyilsə, yerdə ya qalır nə? Bu isə rəqəmlər olan şərti ödəyəcək. Deyir ki, sən i-də götürdüyün element əgər böyük hərfdirsə, o zaman işləyəcək i. Çünki böyük hərf böyük A-dan böyük Z-dən kiçikdir də, onların arasında yerləşir də. Buradan da alıram hə cavabını. And olduğu üçün işləyəcək nə B? Deyəcək ki, əgər böyük hərfdirsə, B sətrinə əlavə elə həmin hərfin lower nə idi? Kiçik versiyasını. Yəni, oraya əlavə elə balacanı. O zaman burada daxil oldu balaca. Aydındır? Bax, bu olacaq balaca. Növbəti dəfə i alacaq b-nı, i b-nı alanda... Mənə bunun şifadə tapmaq olar, ha? Bəli, şifahi o təyinatı odur ki, uşaqlar, böyük hərflərin balacasını, balaca hərflərin Balacana böyüsü yazır. Rəqəmlərin isə nəyini daxil edəcək? Bax, böyük A-dır, balaca ailədir. Balaca B-dır, onu böyüdəcək. Rəqəmin də hərəsindən mənim 2 dənə yazır da. Niyə? Elə bir 3 üydüsə, sətir tipində 2 dənə, 2-yə vurur. Yəni 2 dənə 3 yanlış yapılacaq. Bax, mən əgər gətirib burada 3 qoysam, bax, bunun yerinə 3. Çünki bu sətirdir ya, bu mənə niyə verəcək? Ki, B-nin üzərinə gələcək, sətir tipində 3 vurulsun 2. Bu hissəli mənə verəcək, sətiri də rəqəmə vuranda onun sayı qədər təkrarlanacaq. 3 olacaq necə? 3 olacaq 33, 4 olacaq 44, 5 vergül niyə qoyuram mən bunlar arasında? 5 də olacaq neçə? 5 olacaq 55, böyük E olacaq balaca E, balaca K olacaq böyük K, balaca R olacaq böyük R. Yəni olacaq D variantı. Aydındır? Özün soruşdun, özün də tapdın cavabı. Sənin sualın idi bu. Aydındır mənim. Əla. Biraz yuxulu olmuşam, gəlsən də ona görə. Siz həmişə yazanda isə yuxulu olursunuz.
72. Bu da sənin sualındır. Bax görə yeni bunu da yoxlamısan. 72-də nə deyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən elə. Nə edəcək burada? Hə? Bax, ST verilib, split eləyəcək. Split eləyəndə vaxt gələcək bunların arasında bir dənə vergül atacaq. Nəsə burada yaxşı yazmaq istəmir bunu. Deyir, məni kəs əlavə işlət. Yaz. Üzərində işləmə. Yaxşı. Bax, ST split bunu eləyəcək. Split gələcək, bunu salacaq siyahıya və forma clap traf sözlərini boşluqdan vergül qoyaraq hərəsini ayrı-ayrı bir söz kimi götürəcək. Olacaq forma, sonra olacaq clap, daha sonra da traf. Belə bir şey olacaq. Sonra gələcək join eləyəcək. Join bunları birləşdirəcək və birləşdirəndə, bax, bunların bu arası var, ha, bu vergüllər. Bu hissəyə qoyacaq böyük A-ları. Yəni, bu da bizə verəcək sətir tipində for, m, böyük A, k, l, A, P, yenə böyük A, T, R, A, F. Bax, bunu verəcək. İndi burada əsas iş buradadır. ST neyəcək? ST gələcək 2-dən 5-ə qədər olan hissəni götürəcək. Bax, bunu indeksləsəm 0, 1, 2. Bilək, bunu bir dənə qırdaqda bir dənə səliqəli yazaq. Demək, F, O, R, M, A, K, L, A, P. Bax, belə bir sətirdir. Bax, bu ST sətri budur. Bunu indeksləsəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Aha. Bax, bu isə nə deməkdir? 2-dən 5-ə qədər. Yəni 2, 3, 4-ü. Bax, bu götürəcək 2-ni, 3-ü, 4-ü. 2, 3, 4 nə deməkdir? R, M, A. Yəni bu isə oldu R, M, A. Sonra üstə gəlinsin sətir tipində. 3-ə qədər. Qoşa nöqtə 3 o demək ki, bu da olacaq 3-ə qədər. Bu da olacaq F, O, R. 7 qoşa nöqtə deməkdir. 7-dən sonra olan hissəni götürəcək. Bu hissədə də götürəcəm nəyi? L, A, P, A, T, R, A, F-nı. Bunlar birləşəcək olacaq nə? Birləşəcək R, M, A, sonra for. Bax, bunu verəcək. İndi burada for in ST-dir. Bax, bu ST sətridir də. Gələcək, bu bunun hər bir hərfini bir-bir götürəcək. Bayaqki kimi. Yəni, if-də nə deyir? Deyir, böyük A-dan böyük olsun, böyük Z-dən kiçik olsun. Yəni, böyük hərfi olsun da. Hər dəfə götürdüyün i-nin simvolu böyük hərfdirsə, K-nın üstə 1 gəl. Mənim böyük hərfim bir nədir? F-dır, bir A-dır, bir də T-dır. 3 dəfə hə cavabı alacam da. Hər dəfə hə cavabı alanda üstünə 1 gəlsəm, 3 dəfə 1 gəlsəm. Bu nə deməkdir? Sıfırın üstünə, yəni 3 dəfə 1 gələcəm. Bu da olacaq 3. Demək, 1 dənə, 2 dənə, 3 dənə. Böyük Z. F, A, T. Bir dəqiqə. K-nın başlanğıc qiyməti 0-dır. Bunu ST-də harada səhv getdim yuxarıda. 2-dən 5-ə qədər deyəndə 2, 3, 4-ü götürdüm. R, M, A-nı götürdüm. 3-ə qədər deyəndə for-u götürdüm. 7-dən sonra deyəndə lab, ad, raf. Bunu götürdüm. Bax, gələcək bura. Bir dənə A-nı bura atacaq. Bir dənə A-nı da bura atacaq. İndeksiyəndə 0, 1, 2. For olan hissəni 1 götürmüşəm. Foru. Sonra 3, 4. 2, 3, 4. Bunu da 1 götürmüşəm. Baba, bu hissəyə formanı təmiz götürəcək. Sonra 4, 5, 6, 7. 7-dən sonra da 1 götürəcək. 7-dən sonra da götürəcək. Bir dənə F-nı buradan götürəcək. A-nı götürəcək, T-nı götürəcək. 3 dəfə işləyəcək. Hər dəfə üstünə 1 gələcək. 3 dəfə 1 də gələndə eləyəcək 3. Niyə cavabda 3 yoxdur?
Yox, bunun cavabı 72-də. 3 dənə fə eləyir axı. ST ilə birləşdirdim. Bir dənə, 2 dənə, 3 dənə. Yox, bu cavab 3 eləyir axı. Amma cavabda 3 yoxdur. Çünki ancaq böyük hərfləri götürür. Böyük hərfdə 3 dənə var. F var, A var, T var. Başqa 3 dənə yoxdur yaxın. Cavab 3 eləyəcək. Sonra 72-dən sonra gəldik. Bir dənə qayda bilərik o bayaq ki, 72. Orada o da böyükdür axı. Harda o, hardadır? Doğrudan bu da böyükdür, hə. Ya da heç yerdə böyük götürməmişəm. Düzdür, düzdür. Cavab 4-dür. Çünki heç bir yerdə burada hamısına görürsünüz, bu balaca götürmüşəm onu. Heç ona fikir verməmişəm. Sonra hayır sualı səhv çıxardırdıq. 77. Yenə gəldik defə. Harada böyük misallar var, hamısı məni saxlamışsınız. 77-də nə dedik? Yəni Python dilinə yazılmış alt proqramın nəticəsini müəyyən eləyin. Bunun təyinatını yəni baxaq görək nəsə tapa bilirikmi bunun təyinatında. Bunun təyinatını elə hər dəfə işləyəndə dövrə iş gedəcək, müraciət edəcək. Demək, birinci A bərabərdir 4454-ə. S də bərabərdir 0-a. Bayılda deyəcək ki, F sətr funksiyasının 4454 qiyməti ondan böyükdürmü? Yaxşı, gəl gedək F-i tapaq görək, F bizə başımıza nə oyun gətirəcək? F funksiyasının 4454 qiymətini tapanda artıq X-in qiyməti olacaq 4454. Çünki burada F X-dir axı. X-i sonra deyir ki, STR elə. STR eləyəndə bunu salacağım sətr tipinə. Sətr tipinə çalanda K da bərabər olacaq 0-a. Və bir dənə defin təyinatını tutsaq, qalan hissəni rahat gedə biləcəksiniz. Forda nə deyir? Deyir ki, len X 4 rəqəmli ədəd daxil etmişəm bura. 4454-ü sətr tipində daxil eləmişəm. Bu isə mənə verəcək 4. I alacaq 0-ı, 1-i, 2-ni və 3-ü. Hər dəfə i-nin bir qiymətində. I birinci bərabər olacaq 1-ə. I 1 olanda gələcək K-nı işləyəcək. K-da nə deyəcək? Deyəcək 0-ın üzərinə gəl. Nəyə gəl 0-ın üzərinə? X-ın 0-cı indeksli elementi vurulsun 2. Yəni X-ın 0-cı indeksli elementinin 2 qatı. Hə, başa düşdüm. Hər bir rəqəmin 2 qatını götürəcəksiniz buradan və onları cəmləyəcəksiniz. Bu da mənə nə verəcək? X-ın 0-cı indeksli elementi bax gəlib düşəcək bura. 0, 1, 2, 3, 4-dür də. 0 üstə gəlsin, 4 vurulsun 2, oldu 8. Bax, i-nin növbəti qiymətinə i olacaq 2, i 2 olanda K bərabər olacaq nəyə? K-nın köhnə qiyməti 8 idi. 8-in üzərinə gələcək nəyi? Gələcək X-ın bir dəqiqə. I burada 0-dır. I burada 1-dir. Bunu düz yazaq, sonra səhv getməyək. I 1-dir. X-ın birinci indeksli elementinin 2 qatı. X-ın birinci indeksli elementi yenə 4-dür də. Yenə 8-in üzərinə gəldim. 4 vurulsun 2, oldu neçə? 16. Bax, təyinatı nədir? Təyinatı bunun buradakı rəqəmlərin hamısının 2 qatının cəmini tapacaq. Bax, misal defin təyinatı odur. Daxil edilmiş ədədin rəqəmlərinin 2 qatının cəmi. Başa düşdünüz bunu? Bu olacaq 10. Bəli, müəllimə. I sonra olacaq neçə? I olacaq 2. I 2 olanda K olacaq neçə? 16 üstə gəlinsin. Int X-ın ikinci indeksli elementinin 2 qatı. X-ın ikinci indeksli elementi neçədir? 5-dir də. Yəni 16 üstə gəlsin 5-in kvadratı. 25 üstünə 16 gələndə bu da eləyəcək 41. Daha sonra I bərabər olacaq 3-ə. K da bərabər olacaq 41 üstə gəlinsin. Int X-ın
üçüncü indeksli elementinin 2 qatı. X-in üçüncü indeksli elementi mənə verəcək 4-ü. 4-ü də 2-yə vuranda, yəni bu kvadrat nə gətir bura yazmışam. Mən niyə bura kvadrat yazmışam və səhv yazmışam? Bu 41 eləməyəcək bu burada. Bir dəqiqə, kvadrat deyil o, 2-dir. Vurulsun 2, bu mənə verəcək 26-nı. 26. 26-nın da üstünə gələcəm 8-i. 26-nın da üstünə 8 gələndə bu da mənə verəcək 34-dür. Həqiqətən də bax buradan da 34 alırdım. Bax 8, 8, 10, 8. Bunları da toplayanda mənə verirdi neçə? Bu isə də mənə verirdi 34. Demək, daxil edilmiş ədədin rəqəmlərinin 2 qatının cəmini tapır. Bax, defin təyinatı budur. Defin təyinatı budursa, gəlir indi buradan defildən buradan rahat işləyək. Uca defil təyinatını tutandan sonra. Demək ki, A-nın qiyməti 4454-dürsə, S-in də qiyməti 0-dırsa, mənə deyir ki, F-in A qiyməti ondan böyükdürmü? Bunu da tapdıq neçə? Bunu da biz tapmışıq 34. 34 0-dan böyükdürmü? Deyirəm, hə. S də bərabərdir. 0 üstə gəlinsin. F-in hansı qiyməti? F-in 4454 qiyməti. Yəni, bu da mənə verəcək? 0 üstə gəlinsin. 34 bərabərdir 34-də. O zaman A-da bərabər olacaq F-in 4454 qiymətinə, yəni 34-də. Növbəti dövrə qalxanda A bərabər olacaq 34-də, S də bərabərdir 34-də. Növbəti dövrdə şərtdə qoyacağım ki, F funksiyasının 34 qiyməti ondan böyükdür. Kim deyər? F funksiyasının 34 qiyməti mənə hansı rəqəm verəcək? Neçə verəcək? Hə? 34 qiyməti hansı rəqəmi verəcək? Bu isə mənə verəcək 3 vurulsun 2, üstə gəlsin 4 vurulsun 2. Böyükdür mü ondan? Yəni 6 üstə gəl 8, 14. 14 ondan böyükdür. Deyirəm, hə. Hə olanda S bərabər olacaq 34 üstə gəl 14, yəni 48. F də bərabər olacaq neçəyə? F də bərabər olacaq 14-də. F-in də qiyməti, yox, F-in qiyməti yox, buranı səhv yazdım. Bu A-nın qiyməti olacaq. Bu zaman A da bərabərdir F funksiyasının A qiymətinə, yəni 34 qiymətinə. 34 qiyməti mənə neçə verdi? Mənə verdi 14 qiymətini. Daha sonra növbəti dövrdə A-nın qiyməti elədi 14, S-in də qiyməti elədi 48. Yəni, yenə yoxlayıram, F-in 14 qiyməti ondan böyükdür. F-in 14 qiyməti mənə verəcək 1 vurulsun 2, üstə gəlsin 4 vurulsun 2. Böyükdür mü ondan? Bu da verəcək mənə 10-u. 10 ondan böyükdür. Deyirəm, yox. Yox olduğu üçün S-in son qiyməti 48 qiyməti getdi çapa. Başa düşdünüzmü bunu? Hə? Bəli, müəllimə. Bax, yaxşı. Yetmiş 8-ci sualda demək A bərabər M funksiyasına x-in qiyməti ötürüləcək x-a 2, y-in qiyməti ötürüləcək y-ə olacaq 3, M funksiyasının qiyməti olacaq 2, 3. Gedirəm yuxarı M funksiyasının qiymətlərini tapmağa, 2 və 3 dəyərlərini tapacam. Bu zaman x bərabər olacaq F funksiyasının 2 və 3 qiymətinə. Bu zaman F funksiyasının 2 və 3 qiymətlərini tapanda şərtdə yoxlayacağam ki, bu x-in qiymətidir, bu da y-in qiymətidir. X y-dan böyükdür. Yəni 2 3-dən böyükdür, deyirəm yox. Yox olanda gedirəm hara? LC-yə. LC-də də olacaq retin nə? X üstə gəl y. Yəni 2 üstə gəl 3 bərabərdir 5-ə. Demək F funksiyasının 2 3 qiyməti bizə verdi neçə? 5-i verdi. Demək bunun qiyməti oldu 5. Bax indi burada bir dənə bir şey fikir verin. Hər dəfə bunu dönə-dönə deyirəm.
Y-da nəyi təbii istəyir mənə? Y-da istəyir f funksiyasının 2 və x və y qiyməti. X-in qiyməti artıq neçədir? X-in qiyməti artıq 5-dir. Çünki artıq yeni dəyər aldığı üçün köhnə qiyməti yaddan çıxardım. Y-in də qiyməti neçədir? Y-in qiyməti 3-dür. Təzədən qayıdıram f funksiyasında 5 və 3 qiymətini tapmağa. F funksiyasının 5 və 3 qiymətini tapanda if-i yoxlayacağam. X y-dan böyükdür. 5 3-dən böyükdür. Deyirik hə. Hə olanda retində qaytarıram bu iki qiymətin hasilini. Yəni 5 vurulsun 3 bərabərdir 15-ə. 15 qiyməti qayıdacaq f funksiyasına. F funksiyasının qiyməti eləyəcək 15. O zaman bunun da dəyəri elədi 15. Retində də x və y-in qiymətini tüsləyəcək. Yəni 5-in üstünə 15 də gələndə olacaq 20. C variantı. üçün izahını verdimmi mən? Mən qalanlar da istəyirsiz baxaram evdə. Alınmasa gələn dərs baxarıq. Çox şey qalmayıb. 1-2 dənə sual qalıb. 1-2 dənə qalıb, plus uzanacaqlar da, biraz çətindir ona görə. Uzanan deyil, narahat olma. Niyə uzanır ki? 73-ü bir dənə deyək. 73-ün təyinatı necə olacaq? A ilə B-nin qiymətləri verilib. Gəlib düşəcəm Y-lə. Y-da deyəcəm, birinci yoxlayacam nəyi? Birinci yoxlayacaq ki, 0 kiçikdirmi? Len B-dən 0,4-dən kiçikdir. Deyirəm hə. Çünki bu hissə həmişə mənə verəcək 4 qiymətini. 0,4-dən kiçikdir. Hə olanda if-də nə istəyir məndə? If-də A count. Deyir A siyahısında tap nəyi? B-nin 0-cı indeksli elementinin sayını. B-nin 0-cı indeksli elementi nədir? 0, 1, 2, 3. 0-cı indeksli elementi verir mənə 1. A sətrində 1-in sayı neçədən nədir? Yoxdur da. Böyükdür mü 0-dan? Deyirəm 0 0-dan böyükdür. Deyirəm yox. Yox olanda i bərabərdir 0 üstə gəl 1 bərabərdir 1-ə. Daha sonra i bərabər olacaq 1-ə. Deyəcəm ki, 1 4-dən kiçikdir. Hə. Hə olanda if də bərabərdir A count B siyahısının birinci indeksli elementi. A siyahısında B-nin birinci indeksli elementinin sayını tap. B-nin birinci indeksli elementi bizə verir 2-ni. A siyahısında 2-lərin sayı bir dənədir. Deyəcək indi ki, 1 0-dan böyükdür. Deyirəm hə. Hə olanda deyir get A-dan, A siyahısından remove. Remove nə idi? Silmək idi. A siyahısından remove elə sil B-nin birinci indeksli elementini. Yəni A siyahısından sil 2-ni dəyərini sil. Gəlirəm buradan 2-ni silirəm. Növbəti dəfə i bərabər olacaq. i-ni burada artırdıq. i bərabərdir. 1 üstə gəl 1 bərabərdir 2-yə. i 2 olanda şərtdə yoxlayanda ki 2 4-dən kiçikdir. Hə. Hə olanda if-dən nə istəyir bizdən? A count B-nin ikinci indeksli elementinin sayı 0-dan çoxdur. Yəni nə deməkdir? Yəni ki, B-də olan element A-da varmı? B-nin ikinci indeksli elementi 3 eləyəcək. Deyək, A siyahısında 3-lərin sayı neçədir? 3-lərin sayı orada 2 dənədir. 2 0-dan böyükdürmü? Hə. Hə olanda yenə deyir, get A siyahısından remove elə. Sil. B-nin ikinci indeksli elementini. B-nin ikinci indeksli elementi 3-dür. Deyir, A-dan remove necə silirdi? İlk qarşısına çıxanı silirdi. A-dan gəlirəm, bu 3-ü siləcəm. i-ni də 1 vaid artıracam. 2 üstə gəl 1 bərabərdir 3-ə. Növbəti dövrdə i bərabər olacaq 3-ə. 3 4-dən kiçikdirmi? Hə. Hə olanda if-də yoxlayacaq ki, A count B-nin 3-cü indeksli elementi 0-dan böyükdürmü? B-nin 3-cü indeksli elementi 4-dür. Bax, bu hissə bizə verir 4. Deyir, A siyahısında 4-lərin sayı nə qədərdir? A siyahısında 4 var. Deyirəm, yoxdur da. Yoxsa 0-dır. 0 0-dan böyükdür. Deyirik, yox. Yoxdursa, düşürük hara? i-yə. i də bərabər olacaq. 3 üstə gəlsin 1 bərabərdir 4. Növbəti dövrdə artıq i-nin qiyməti 4-dür. i-nin qiyməti 4 olanda yoxlayırıq ki, 4
4-dən kiçikdir. Deyirik təbii ki, yox. Sumda necə? Sumda deyir ki, A-nın qiymətlərinin cəmini tap. A-nın qiymətlərinin cəmi deyəndə, yəni A siyahısında qalan hansı qiymətlər var? 7 + 5, + 6, + 3, + 5, + 3. Demək, bunlar ikisi verəcək 10. Bunlar üçü də 12, 22, 22-nin üstündə 7 gələndə 29.